itkin düşen 13 yaşlı Cabbarla bağlı şok faktlar. Yoxa çıxan Həmidənin həyat yoldaşı studiyaya gələcək mi? Həmidəni kim və niyə şantaj edirmiş? Girov götürülen o şəxs kimdir? Artıq 8 aydır ki, mən girovdayam. Həmin şəxslə bağlı studiyaya kimlər gəldi? Bizə danışansı faktları əldə etdi. Türkan anasına qovuşacaqmı? Mən anamı tapmaq istəyirdim. Bugün bizə danışdı. Esmira yenidən bizə danışdı. Anama salamlar deyirəm. Şəfiqə xanım da deyir. Onun etirafları hər kəsi göz yaşına boğacaq. Mən də belə eləyiblər. Almaz istəyirəm. Az sonra bizə danışdı. Değerli tamaşaçılar, ay bugün ne kadar çoksunuz. Teşekkür ederim. Çok sağ olun, minnettarım, çok sağ olun. Sizi böyle çok görəndə studiyada, görəndə ki her biriniz öz dərdinizlə, öz problemlerinizlə məhz ailenizin kanalı Xəzəri seçirsiniz, mən də sevinirəm. Sevinirəm ki sizin ümidlərinizi doğrulduruq, sevinirəm ki sizin problemlərinizi həll etməyə çalışırıq, mənim dəyərli tamaşaçılarım. Ne yaxşı ki varsınız, ne yaxşı ki buradasınız. Və qeyd edeyim ki, Salamlar deyirəm. etirafları hər kəsi göz yaşına boğacaq. Mən də belə eləyiblər. Almaz istəyirəm. Az sonra bizə danışdı. Əməkdaşlarımız Esmira'nın yanına getdilər. Bilirsiniz, Esmira yəqin ki, hər kəsin uzun müddət yaddaşlarında qalacaqdı. Esmira'nı qızı ilə birlikdə Sumqayıt yolundan tapmışdıq əziz tamaşaçılar. Gəldi bura, nələr oldu, o görüntülər də ekrana gəlsin Şahin. Bizim o yəni çəkdiyimiz görüntülər ki vardı. Balaca Leylanı biz yol kənarındakı meşəlikdən tapdıq, gətirdik. Məlum oldu ki, Esmira təkcə bir övlada sahib deyil, onun 3 övladı var. Həsən başqa bir yerdən çıxdı. Məlum oldu ki, balaca Almaz satılıb. Yoxsa uşaq evinə atılıb. Müxtəlif versiyalar var idi. Almazla da bağlı bizim araşdırmalarımız gedir, heç dayanmadıq. Yəni, ən sonunda əziz tamaşaçılar, Esmiranı həyata qaytarmaq. 3 övladı ilə bir yerdə böyüməsi üçün bizə danışın komandası Ailənizin Xəzəri bir yol. Mən təşəkkür edirəm Elnur müəllimə. İlk gündən bizim yanımızdadır. Və neçə bizim belə deyək işlərimizə, uğurlu işlərimizə imza atıb. O işlərdən biri də Esmira idi ki, Esmira ilə birlikdə o cümlədən doktor Araza minnətdaram və buradan salamlayıram. Azərbaycanımızın ən gözəl, ən peşəkar həkimlərindən biri, psixoterapevt. Nə qədər xəstə göndərdik yanına, hər birinin yanında bizim üzümüzü ağ etdi. Alqışlayıram buradan Araz müəllimi. Esmira adının çəkilməsini istəməyən bir klinikada müalicəyə başladı. Dünən bizim əməkdaşlarımız Elnur müəllim və Araz müəllimlə birlikdə Esmiranın yanına getdilər. Nələr oldu, nələr. Esmira nə etiraflar etdi orada. Mən çox istəyirəm ki, sabah Esmiranın oğlu Həsənə baxan Sədaya xanım və onun oğlu Tehran bu studiyaya gəlsinlər. Mənə elə gəlir ki, Esmira ilə bağlı yeni faktlar üzə çıxacaq. Yeni nələrsə biz də dünən öyrəndik. Balaca Almazla bağlı nələr əldə edəcək və Sədaya xanımın, onun oğlu Tehranın bu işdə nə kimi bağlılığı var, bütün bunlar
Əgər onlar gələcəksə sabah, burada, bu studiyada açıqlanacaq dəyərli tamaşaçılar. Bugün eyni zamanda girov saxlanıram İranda. 15.000 manata görə məni İranda girov qoydular. Deyən o şəxslə bağlı. Çox, mən deyərdim ki, ciddi faktların üstü açılacaqdır. Həmən ailə gəlib, buradadırsa keçsinlər. Anonsumuz var, anonsu izləyək. Girov götürülən o şəxs kimdir? Artıq 8 aydır ki, mən girovdayam. Həmin şəxslə bağlı studiyaya kimlər gəldi? Bizə danışan faktları əldə etdi. Az sonra bizə danışdı. O cümlədən itkin düşən Cabbar və Həmidənin yaxınları buradaydı. Həmidənin analığını studiyaya dəvət edirəm. O cümlədən Cabbarın anası. Buyurun xanım studiyaya. Bugün çox maraqlı bir efir izləyəcəksiniz əziz tamaşaçılar. Bu arada problemləriniz varsa, sizi maraqlandıran suallar varsa qaynar xəttimizi görürsünüz. Ailənizin kanalını seçin, dərdinizi bizə danışın ki, biz də sizə yardım edək. Düz 3 saat, bu rekorddur, biləsiniz. 3 saat canlı efirdəyəm. 3 saat əziz tamaşaçılar. Veriliş gedə-gedə bura gələ bilərsiniz, problemlərinizi deyə bilərsiniz, sizi maraqlandıran suallara cavab ala bilərsiniz. Elə canlı-canlı studiyaya çıxıb öz dərdinizi məhz bizə danışarsınız. Biz də həll etməyə çalışacağıq və bugünkü müzakirələrdə bizim bir-birindən dəyərli qonaqlarımız var. Onların təqdimatı ilə verilişimizi başlamaq istəyirəm. Vasif Akifli Azərbaycan Uşaqlar Birliyinin koordinatoru. Psixologumuz Elnur Rüstəmov. Kifayət Cəbi qızı, sosiolog, fəlsəfə üzrə fəlsəfə doktoru. Sevimli sənətkarımız, xalq artisti Gülyanaq Məmmədova. Eldar Xəlilov, tədqiqatçı, kulturolog, alim, əməkdar incəsənət xadimi. O cümlədən Pərviz Məmmədbəyli, vəkil. Belə, mən reklamlarımız var, amma sual vermək istəyirdim. Həmidənin analığı. Niyə hər kəs zəng eləyir, deyir ki, Həmidəni biz filan metroda gördük, filan yerdə gördük, amma Həmidə gəlmir, əziz tamaşaçılar. Bu necə ola bilər? Bəlkə xəstədir, əsəbi keçirdi. Reklamlarımız var. Həmidə ilə bağlı gələn o xəbər. Çəkiliş qrupumuz nələrlə qarşılaşdı? Az sonra bizə danışdı. Mən bəlkə xatırlatmanı tam izləmədik də Şahin. İzləyək ki, yəni yeni qoşulan tamaşaçılar da bilsin ki, Cabbar kim idi? Onun anası niyə görə bu dünənləri studiyadan mən çıxartdım, istəmədim bu studiyada olsun? İzləyək onları, izləyək. Atasıdır. Alimentin verirdi. Alimentin verirdin bu uşaq? Verirəm, bəli, alimentin verirəm. Xanım, o çox yalan danışır. Çox yalan danışır. O birinci növbədə yalanı budur ki, o Xırdalanda yaşamır. O hökməldə yaşayır. Buradan bura sizə yalan deyib, uşaq Xırdalandan gəlib. O hökməldə yaşayır. Xoşədə xanım, onunki böyükdandır. Neçə il mən ondan nələr çəkmişəm, onu bir Rəbbim bilir. Mən ondan nələr çəkmişəm, o böyükdandır, şərdir. Bir saniyə, xahiş edirəm. Uşağı diləndirib. Sən yaxşıyat olur, daxil. Bir saniyə, sakit o da. Sən uşaqları məndən gizlətdir, apardın, verdin. Bir saniyə, bir saniyə. Paralarda 3 il saxladın, 4 il saxladın. Harada O saxladılar? şey vermiş, Pirşağıya vermişdi. Mən uşaq axtarırdım, neçə il. Oranın da nömrəsi var da məndə. Oranın müəllimənin də nömrəsi var, danışa da bilərsiniz. Anamla nətər getmiş ki, onun yanında uşaqların şəkilləri də var, bu da bax. Bir şey deyil. Siz istədiniz uşağı saxlayasınız, o sizə vermədi. Vermədi uşağı mənə. İstəmişdim uşağı sizdən. İstəmirəm, bir dənə xahiş edirəm, uşağımı tapsınlar, versinlər, uşaqlarım onda qalmayacaq. Özü mən ikinci uşağımı neyiliyim, balacan neyiliyim. Mən Cabbarın anasını studiyadan çıxartdım. Çünki əgər onu studiyadan çıxartmasaq,
Biz heç nədən xəbərdar ola bilməyəcəyik. İndi mənə əvvəldən danış. Neçə ildə ayrılmısınız? 2011-dən. Uşaqları məhkəmə ilə verdilər də anaya. Yox, mən bu getmiş eləmiş, ayrılmışdı. Mən də ondan sonra getdim məhkəməyə, dedi ki, ayrılıbsınız. Daha heç nə eləmədi, olmadı. Mən də buna qayıtdım ki, uşaqları saxlaya bilərsən, qayıtdı ki, uşaqları mənimdə saxlayacam. Dedim, saxlayamayəsən sən onları, vermərəm uşaqları, qayıtdı uşağı görməyəsən. Uşağa aliment də verirsən? Bəli, aliment verirəm. Aliment də verirsiniz uşaqlara. Bu uşaq deyirsiniz ki, mən belə başa düşdüm ki, əvvəl də qaçıb gedibdi evdən. Hardasa keçən ayın biri, bu ayın biri də, bu ayın biri gəlmişdi bizə, qayıtdı ki, uşaqlar yoxdur. Güya sentyabrın 27-sindən göndərib bizə. İkisini də. Uşaqlar gəlməyib bizə. Bununla bərabər getdi Xırdalan polisinə. Orada da bizdə də evin qabağında səs-küy saldı ki, uşaqları eləmsiz, gizlətmisiniz, neynəmsiz, verin uşaqlarımı. Biz də dedik ki, uşaqları niyə gizlədirik? 3 ayda uşaqlar gəlmir bizə. Gəlirdilər, 2 gün qalırdılar, gedirdilər. Mən təhləyəm, mənim əllərimi baxın. Qarşı ilə, mən belə uşaq saxlamışam. Mənə zülüm verib o xanım. Özüm də mən əsəbəm. Bax, mənim əllərimin hamısı ağarmağı, zada hamısı bundan oldu. Bunun ucbatından oldu. Qapını açmırdı mənim üzümə. Sumkamı alırdı, qapını açmırdı. Mən qalırdım çöllərdə. Mən ona görə ayrılmışam. Qaynar çayını anamın üstünə tökübdü. Qonşunu çağırıb ki, sən tökübsən. Qonşu gəldi, dedi sən oğlu tökübdü, mən güya. Cabbar, günlər sonra Cabbar haradaydın? Mən sən efirdə demək istəmirəm. Efirdə demək istəmirsən. Təklikdə demək istəyirəm. Efirdə demək istəmirəm. Sən ağlıcan anənən qurban, Cabbar. Sənə aniyənə, sənə ana deyəsən. Günlərdir bu uşaq problemlər içərisindədir. Xahiş edirəm. Mən qurban olarsan, Cabbar. Xahiş edirəm. Burada nələr? Hara getmişdin? Mənə dəqiqdir. Biz getdik xaçımıza uşaqlarla işləməyə. Uşaqlar dedi, gedək işləyək, anamıza pul qazanaq. Dedim, mən gedə bilmərəm ora uzaqdır. Dedi, mən səni aparacam, orada iş var, yaxşı iş var, gedək işləyək, pulumuzu yığaq. O uşaqların da atası atıb getmişdi. Biz getdik, işlədik orada. İşlədik oradan qaydanda elə bil ki, yox, sən qayıtmadın axı oradan. Səni oradan zorla qaytardılar. Səni oradan bir nəfər, bəli, bir nəfər. Uşaqlar dedi ki, qalaq işləyək. Dedim, mən ucu axtaracaqlar evdə, anam narahat olacaq. Yaxşı, bax, sənin 13 yaşın var, hə? Bəli. Niyə dərsə getmirsən? Atam aliment az verir, anam da işləmir. İşləyirdi anam qabaq Pekanında, Xırdalanda, Heydər Əliyev parkının yanında, Xırdalanda Pekan var, orada işləyirdi. Ondan sonra orada anam... Anan deyir ki, mənim ayaqlarım ağrıyır, ona görə işləmirəm. Bəli. Ondan sonra anam ki, işdən çıxdı, mən getdim, işlədim. Ancaq deyirlər ki, mən dilənirəm, mən heç vaxt dilənməmişəm. Mən getdim, təkər qaraltdım. Necə də oldu, aləmi saxladım. Ancaq deyirlər ki, dilənirsən. Yox, Şəfidə xanım qurtarmadı, amma sənin dilənməyinlə bağlı faktlar var. Sən bir dəfə də bununla bağlı, elə deyilmi, Vasif saxlanılıbdır. Bu fakt, sən bu günləri ananı müdafiə edirsən. Mən səni alqışlayıram ananı müdafiə etdiyinə görə. Ananı qorumaq üçün belə eləyirsən. Bu əsl bir, baxmayaraq ki, yaşın az da oğlum. Amma bir kişinin anasına olan hörməti və rəğbətidir. Bu alqışlanasıdır. Amma məsələ bundadır ki, sənin 13 yaşın var. İstər qanunları qoyuram bir tərəfə, heç mənəvi tərəfdən də doğru deyil ki, sən gedib işləyəsən. Maşallah, ananın dünən, burada yəqin ki, tamaşaçılardan dünənki verişdə olanlardan varsa,
bilirlər, ananın orada pul qabı qalmışdı, reklama çıxanda biz. Ana elə qaça-qaça getdi, o pul qabını oradan götürdü ki, mən özümdə fikirləşdim ki, axı biraz əvvəl mənə bu qadın ağlayırdı ki, ayaqlarımın ağrısından yerimdən tərpənə bilmirəm. İndi əslində mən o pilləkənləri bəlkə də tamaşaçılar da bilir. Mən o pilləkənləri qorxa-qorxa enib çıxıram ki, birdən yıxılaram. Amma ananız belə bir şey eləmədi. Yəni deməyim odur ki, Cabbar, sən yaxşı eləyirsən, ananı müdafiə edirsən. Amma sən dərsdən yayındırılmışsan, məhz ana tərəfindən. Mən anamı dərsdən qoymayıb, mən özüm getməmişəm. Deyilsən ki, təhsildən imtina edəsən. Burada birbaşa ananın özü, ana uşağın etibarından istifadə edib. Siz demişkən, alqışlanası bir şeydir ki, Cabbar anasının tərəfində durur, amma ən azından ana inzibati məsuliyyətə cəlb olunmalıdır uşağı təhsildən yayındırdığına görə və onun bu streslərə yaşatdığına görə. Atam Bir gün ölümlə həyat rastlaşırlar bir-biri ilə. Ölüm soruşur ki, niyə səni çox istəyirlər, məni nifrət edirlər. Həyat deyir ki, ona görə mən şirin xəyalam, sən acı həqiqət. Burada çox acı həqiqətlər var. Mən baxdım indi o çəkilişə və gördüm ki, ata da necə demək, özünü canı yanan kimi göstərir ki, göy evladına canı yanır, hələ diç çökür. Yalandır. Mən inanmıram. Bir dəqiqə, mən xahiş edirəm də imkan verin. Ata da yalan danışır. Ana da yalan danışır. Hər ikisi yalan danışır. Hər ikisi bir-birinin tayıdır. Arada qalan bu uşaqdır. Və mən əvvəlcədən deyirəm ki, bu ana, ay ana, sən isti geyinmişsən, sən isti yatağında yatırsan, sən isti yeməyi yeyirsən, uşaq hardadır? Deməli, rezin ayaqqabı ilə gecə çöllərdə maşın təkəri qaraldır və onun pulunu sənə gətirir və o tərəfdən 100 manat aliment sənə gəlir və bununla da sən yiyirsən və hər şey bitmiş hesab edirsən. Fədakar ana, ata elə olmur. Birinci ata 100 manatla kifayətlənə bilməz. Ata uşağına baxmalıdır. Təkcə ay dövlət bu alimenti aldı, verdi ona, bu tutardı yox. İkinci ana işləməli idi. Ana yaxınlaşıb mənə uşağını axtarıldığı halda, əgərlə həqiqətən ana idisə, göz yaşı tökürdüsə, ana gəlib mənə deməli idi ki, alimentin miqdarını artıraq gəl. Birinci uşağın. Bəli, o ana üçün puldan vacib məsələ yoxdur. Və mən xahiş eləyirəm, rayon icra hakimiyyətinə müraciət eləyək. Həm, deməli, çünki bunun anası, atası var. Burada ancaq rayon icra hakimiyyəti az yaşının mənafeyini müdafiə eləyə bilər. Ona görə də bu uşaq onlardan alınsın, verilsin dövlət orqanlarına. Mən bura gələndə bir nəfər qadın mənə zəng elədi ki, sən o ananı müdafiə elə, o anadır. Amma təəssüflər olsun xanım, mən elə ananı müdafiə eləyə bilməyəcəm. Ana müdafiə olunmasa da verilməsi də uyğun deyil. Cabbar o yaşda deyil, körpə deyil ki, körpələr evindən verilsin. Körpələr evindən danışmadım ki mən. Ata götürürsə, Cabbar 13 yaşı var. Ata ona baxmayacaq. Müəssisəsinin vaxtı bitir. Ata baxmayacaq deyil. Ata baxmayacaq. Ona özü necə deyim, istədiyi halda kömək edir. Burada bir məsələ var. Ata və ana arasında olan o egoların qurbanı hər zaman uşaqlar olur. Bunların da aralarında olan mübahisələrin qurbanı bugün Cabbardır ki, bu mənzərəni biz görürük. Hansı ki, onlar vaxtında o mübahisələri yaşamasaydı. Gəlin görək, ata 100 manata yaşaya bilərmi? Ata kömək eləməlidir özü. Ata 100 manata oxuya bilərmi? Amma bugün ata oğlunu istəyir anadan ki, ver mən baxım. Düzdür, ata evladını bir dəfə götürməli. Mən ataya inanmıram. İnanmasaq da bir dəfə də o şansı. Qaçmadan öncə uşağına sahib çıxa bilərdi. Nəyə görə onun uşağı qaçmadı? Amma çıxmadı, daha sonra səbəbdən çıxmadı. Ona sahib çıxmalıydı, ona qədər. Çıxmadı, amma bu gün deməli səhvi var, deməli ki səhvi var. Dövlət müəssisəsinə getsin, atasına verər və o tərəfi müşahidə edir. O Azərbaycanın vətəndaşıdır. O gələcək Azərbaycanı bizi müdafiə eləyəcək, əskərliyə gedəcək. O, elə atanın, elə ananın himayəsində qala bilməz. Necə yəni, gəldi mənim evimə və sonra getdi, mən alimenti verəm, dit çöktü, onun qabağında qucaqladı. Bundan da valideynlik hüququ yerinə yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsində qeyd olunur ki, valideynlik hüququndan sui-istifadə eləməyə göndəriblər onu. Göndəriblər. Eyni zamanda ata da valideynlik vəzifələrini yerinə yetirməyib. Hər ikisi valideynlik vəzifələrini yerinə yetirməyib. Mən tərəfdarı deyiləm, Cabbarın dövlət müəssisəsinə verilməsi. Ay, xoş gələn. Mən Şəfiqə xanımın deməyinlə razıyam. Mən də razıyam. Çünki bu uşağın nə ana
baxacaq, nə ata da işində olacaq gedəcək. Akşamlar gəldikcə yorğun ağrı. Uşağın dərsi ilə məşğul olmaq lazımdır. Mütləq bunu dövlət orqanlarına. Azərbaycanın vətəndaşıdır. Bu bizim uşağımızdır. Bu ölkənin, bu dövlətin uşağıdır və dövlətimiz də uşaqlar üçün yaratdığı şərait göz önündədir. Təhsildə, səhiyyədə, bütün sahələrdə bizdə necə belə deyək, şərait var, bunu hər kəs bilir. Mənim deməyimə ehtiyac yoxdur. Bu cür məktəblər ola və dövlət qayğıya ehtiyacı olan uşaqlarını, belə deyək, qucaqlığını açıb, qucaqladığı bir halda şəxsən mən istəmərəm ki, Cabbar getsin, təhsildən kənar qalsın. Bəli, çox doğru. İndi biz hər uşaqları da götürüb dövlətin himayəsinə versək, bunun da öz kriteriyaları var. Bu ölçülməlidir. Bu, bilirsiniz, biraz da yanlış yönləndirmə olacaq. Bunun atası var, anası var Cabbarın. Sadəcə Cabbar belələrinə deyirlər həyatın böyütdüyü uşaqlar. Fikir verin, onun emosional yaşı olsun, elə bil yaşıdlarından böyük bir uşaqdır. Çünki o həyatın dibindən gəlir. Bəli. Böyük bir insanla ünsiyyətdə oluruq. Sadəcə, bəli, o valideyn, ailə daxili konfliktin bugün qurbanıdır. Mən demirəm, o ata, o ana ilə bundan sonra bir yerə gələcək. Ancaq uşağın mənafeyi üçün, o iki uşağın mənafeyi üçün bunlar bir kompromisə, ortaq nöqtəyə gələ bilərlər. Biz onun üzərindən işləsək yaxşı olardı. Çünki o atası, anası ola-ola gedib, misal üçün demirəm, dövlətin himayəsinə verdik. O da orada da bir travma ala bilər. Ondansa elə ya indi müəyyənləşdirsin, ya ata da ananın himayəsində qalıb və uşağa görə ata-ana bir addım geri çəkilsin və bu uşaqların böyüməyinə qədər, çünki bu 5 ildən sonra artıq belə deyək, müstəqil bir adamdır və öz həyatına özü qərar verə biləcək adamdır. Elnur müəllim, mən sizə deyirəm, bax, mən həmişə, necə deməyə, hərdən yazırlar ki, o Instagram səhifələrində dediyiniz təsdiq olundu, bugün siz də dediniz. Əgər o uşaq atanın himayəsinə verilsə, ya ananın himayəsinə verilsə, o uşaqdan uşaq çıxmayacaq. Onlar o oxumayacaq. Heyif o yenə almasalar... gedəcək təkər qaraltmağa. Çünki ata məsuliyyəti, ata məsuliyyəti ayrı şeydir. Onlar aralarındakı konflikti bitirməlidir. Ailə daxili problem olmazsa bu düzələn bir şey. Atam bizi 9 yaşında atıb gedəndə bilmirdi biz hardayıq, necəyik. Ancaq indi gəlib deyir ki, mən oğlumdur, mən oğlumu çox istəyirəm, gəlir burada məni qucaqlayır. Və mən 9 yaşım olanda tam hardaydı. Ancaq deyir ki, uşaqları görsərdirmirdi mənə. Gəlirdi, anam deyirdi, bir çörək al gətirir və uşaqlar acdı. Deyirdi, mənim pulum yoxdur, ancaq gedib özü yiyirdi. Gəlirdi, yıxılıb yatırdı, ancaq mən yeməyə görə demirəm. Atam bizi 9 yaşında atıb gedəndə hardaydı? Ürəyim ağrır, bəli. Çox düzdür. Anam ancaq, anam hindi işləmir, anamın ayaqları ağrıyır. Ancaq anam həmişə işləyib bizə baxıb. Allah haqqına elə vaxt olub ki, gedib cəmaatın qapısında xalça yuyub, palaz yuyub, 5 manat qazanıb, onu gətirib bizə yedirdi. Ancaq atam bizi atıb getdi, biz bilmədi biz hardayıq. İndi gəlir deyir, oğlumdur. Bu uşaq atalıq eləyir də bu yaşından, böyülük eləyir, ailəni saxlayır bu yaşından. Yəni, dünən onun sənin qucaqlamasını qəbul etmədin, özür istəyirəm. Xeyr. Qəbul etmədi. Xeyr. Hətta onunla getmədi belə əziz tamaşaçılar. Gecə Kəmalə xanım sağ olsun, onun sığınacağında yerləşdirdi. Xoşqədəm xanım, mənim taleyimi həll edin dedi, mən o ata ilə getmirəm dedi. Elə o çəkilişdən görsəndi ki, ata onu qucaqladı, uşaqda heç bir hissiyatı olmadı. Amma indi gəlin görə o hissiyatı bu uşaqda kim formalaşdırıb Şəfiqə xanım? Hissiyatı valideynlər özləri. Anam həmişə deyirdi ki, o sənin atandır. Mən anıyam, sən baxıram, yeməyi verirəm, yeməklə hər şey həll olunmur. O sənin atandır. Atan da çox istər. Olmaz, Xoşqədəm xanım. Bəzən ailələrdə ola bilər problem olsun, ola bilər boşanma olsun. Analar heç vaxt uşağın yanında atanı pisləməməlidirlər. Ata da ananı pisləməməlidir. Çox təəssüf. Elnur müəllim, elə məsələyə toxunursunuz ki, gəlin etiraf edək. Bugün ailələr boşanan kimi kişi qadın haqqında öz övladına, ağzına gələni danışacaq, heç mən o ifadələrə burada efirə düzgün hesab etmirəm deyəm. Qadın da öz həyat yoldaşı üçün ya pis vərdişlərin belə deyək yolçusudur, içki içəndir, nə bilim xəyanətdir və s. və ilaxır. Amma həmişə deyirik bunu sizin dediyiniz sözü ki,
Valideynlərin bax bu kaprizləri ki var, yüksək ego, o egonun qurbanı Cabbarlar. Heç olmasa uşağın yanında eləməsinlər. İndi adam ayrıla bilər həyatdan. Ata-ana pisləməməlidir bir-birini. Zərbə alırlar uşaqlar. Keçid dövrünün zərbəsi 13 yaşı var. O təsəvvürlə danışır, o reallığı Mən də danışır. istəyərdim, gedim oxuyum, həkim olmaq istəyirdim. Ancaq elə bir vəziyyətdəyik ki, gördüyünü danışır. Həkim olmaq istəyirsən. Bəli. Amma indi də gec deyil. Sən yalnız bu il getmədin məktəbə, daha öncə də getmirdin. Yox, gedirdim mən məktəbə. Necə oxuyurdun? Orta. Müəllimim həmişə deyirdi ki, sən zeynli uşaqsan. Yaxşı oxuyurdum məktəbdə, ancaq problem yaranan sonra anam qışları ağrıdı, qan laxtalandı anamın qışlarında, pul olmadı müalicə eləməyə. Ondan sonra mən işlədim. Getmədin atanın yanına, atandan kömək istəmədin. Atamdan kömək istədim, atam dedi, mən sizə ayda 100 manat aliment verirəm, onunla dolanım. Neçə dəfələrlə evdə bizim yeməyimiz olmayıb. Atamgilə getmişəm, demişəm ki, ata alimentin gəlməyinə vardı hələ. Bizə biraz yemək ver, deyib ki, gəl burada nə qədər istəyirsən, ye, get, hər gün gəl burada, ye, get. Ancaq evə bir tikə çörək aparma. Bir dəfə nənəm şirniyyat yığdı, verdi, bizə onu apardım. Amma evdə əziyyət çəkən evladını düşünmür atalar bəzən. Bir alimentdən ötürü, bir öz konfliktlərindən ötürü. İndi yaxşı, ananla da görüşmədin dünən, düzünü biz qoymadıq. Yəni nə mənada biz qoymadıq? Çünki bugün mən istəyirəm ki, Cabbarın taleyini həll edək biz. Cabbar məktəbə getməlidir, Cabbar oxumalıdır, Cabbar işləməməlidir. Cabbar çox tərbiyəli, çox ağıllı və həqiqətən də doğru deyil, çox zehinli bir uşaqdır. Böyle bir uşağın gözümüzün önündə məhv olması, İnanın mənə ki, həqiqətən nə zamansa bizi qınayacaqdılar ki, bax gəlmişdi o uşaq. Allah, həyat onu elə eləmişdi, sizin qarşınıza çıxartmışdı. Siz niyə ona kömək etmədiniz? Dünən ona görə ana ilə, nə ata ilə getdi, ana ilə də görüşünü biz dedik ki, yox, biz araşdıraq. İndi nə deyirsən? Anamla qalmaq istəyirəm. Atamla görmək istəyirəm. Atam dildə də gedim qalım. Mən istəm, o da atadır, eybi yoxdur. Ancaq anamla qalmaq istəyirəm. Mən elə həmişə mənə anam deyib ki, ata da yaxşıdır. Atanla da get qal, o sən atandır. Mən burada anamın tərəfini tutmuram. Mən anam həmişə deyib ki, ata pis ata ola bilməz. Nə qədər pis ata olsa bir vaxt sənin yanına gələcək. Yana getmir ki, anası sabah ac qalacaq. Çünki anası işləmir. Anası oturub bunların gətirdiklərini yer. Anam hər yerdə işləyib. Şirniyyat sexində işləyib, Daşkən şirniyyat sexində. Pekanada işləyib. Mənə ananla qalmaq istəyirsən. Bəs bu oxumağını neyniyək, ay Cabbar? Oxumağıma köməklik eləsəz, mən gedib oxuyaram. Yenə də gec deyil. 3-4 ayla heç nə olmaz. Yenə iş dəftərlərimi alıb öyrənərəm. Nə qədər geridə qalmış dərslərim var. Dərslərimi davam edirəm, gedib oxuyaram. Mən də həkim olub birinin bəlkə həyatını qutara bilərəm. Dünənki narahatlığa görə sizdən özür istəyirəm. Müsiblərdən də özür istəyirəm. Anamın itməsi ilə bərabər elə bir şoka düşdüm mən dünənlər.
Size çok çok minnettarım. Müsibler evet de minnettarım. Sizin başta olmağım. Rehber özün karşısında baş eğlem ki. Ben önce bir efir düzeldim. İnşallah koymursuz gitmeye. Ben buraya ümit getirdim. Ümidimi fıçalamadım. Hoş kadam konum. Karşımda baş eğlemse. Çok sağ ol. Xahiş edirəm, əyləş. Ümidimi fıçalamadım. İndi bir kömək edən şəxs olsa, Cabbarı dərsdən yayındırmayacaq sanki. Mikrofonu götürün. Söz verirəm, hoş kadam. Hamısı imkansızlıqdandı. Yox, xanım. Mən sizlə razı deyiləm, elə bir şey yoxdur. Cabbar, mən müvəqqəti sən istəyirəm ki, çıxasan, studiyadan çıxasan. Yox. Cabbarın atasını studiyaya dəvət edirəm. Buyurun studiyaya. Cabbarın atası. Bilmirəm hansı ana öz övladına hansı tərbiyəni verir, ata ilə bağlı əgər ayrılıbsa nəsə deyir, hansı ata və ya əksinə anası ilə bağlı hansı fikirləri deyir. Mən dünəndən baxıram, burada bir xanım var, göz yaşları tökülür burada. Keçin, əyləşin, sizə suallarım olacaq. Cabbarın atası artıq studiyadadır ama. Azərbaycanlı bir anayım. Qaçmaz rayonundan gəlmişəm. İki bu balanın anasıyam. Bu cür balalar böyütmüşəm, təhsil vermişəm. 3-4 cür təhsil verirəm. Yoldaşım götürdü bu noyabrın 2015 tətil yox idi 10 gün. Götürdü gəzmə adı ilə həmişəki kimi verdim, humanistlik elədim. Amma qaytarmadı geri. Nə var aliment tutulan ödəsin. Heç vaxt tələb də eləməmişəm. Hökumətin qoyduğu 50 manat puldur. Kesin istəyən ərzində 20 manat pul verib. Dillənməmişəm. Uşaqları aldı və geri qaytarmadı. Uşaqlar geri qaytarmır. Təhsildən yayındırıb bir orta kənd məktəbinə basıb. 3-4 cür təhsil verirdim. Bu mənim əlaçı balalarım. Məktəbə də buraxmırlar məni. Gedirəm, direktor, qapıçılar, heç kim Məhkəmənin qərarı var. Məhkəmənin qərarından uşaqlar mənə verilib. Mən baxmışam. Amma indi təzədən cürbəcür məhkəmələrə verir ki, bunları mənim əlimdən alsın. Bu boyda yox, amma hal-hazırda məhkəmənin qərarı ilə uşaq sənin yanında olmalı. Bəli, məndə olmalı. Aydın deyil. Sabah balamın üzünə həsrətlər. Nə səsini eşidib, telefonu belə qoymur danışım bu balalarımı. Mən bu hər şeyə gətirmişəm bunları. Sabahları siz sabah bir saniyə. Sabah sizi gözləyirəm. Burada olun sabah. Allah sizə kömək olsun. Allah razı olsun. Bu uşağa nə eləmisən ki, bu uşaqda sənə qarşı bu qədər belə məhəbbət yoxdur. Var deyir atamı atmıram. Amma deyir həyatı boyu atamla qalmaram. Heç nə mən neynəyəcəm uşağı. Nənə də gəlsin bura. Buyurun. Onun da saçına bakın. O da evlattan ayrı düşüp. Benim de saçıma bakın. Diyorum balı için kim sürüyor bir yolunda? 5 yılın əziyyətini gör kim çekip. Bir dənə bu demək istəyirəm. Sizin mənim bildiyimə görə yaşca böyüksüz, hə? Sizdən neçə yaş böyükdür? Mən 81-əm, o da 70 neçədir. Aydın. Uşağa da qarşı mən neyləmişəm uşağa? Uşağı gəlsin bura, desin ki, atam məni döyübdür, vurubdur. Bəli, baxmaq istəyirəm. İstəyirsən götürəsən. Əgər sənin evində qalsa o təhsil alacaq, hə? Mən inanım buna. Bəli, qalacaq. Alacaq. Ailə qurmusan sən? Yox. Bəlkə deyirəm birləşəsiniz. Yox. Uşaqlarının xatirinə. Yox. O bir uşaq hardadır? Anaya istəyirəm. Evdə qoyub gəlmişəm. Neçə yaş var onun? 11 yaş, 2005-dəndir. Axırıncı dəfə nə vaxt görmüsən uşağı? Başqadam xanım. 3 ayda görmürəm mən uşaqları. Niyə? 3 ayda buraxmır bizə uşaqları. Niyə burax?
O deyirək ki, mən gedirəm evə buraxmır. Dünənləri dedi də. Başqadan xanım bir kəlmə söz o. Dünən dedi ki, o başdan ayağa puruldaqdır. Sənədləri gətirmişəm. Onun axtarış kağızı da Abşeron polisindədir. Məhkəmə ilə əlaqədar alimentə görə qaçdı gizləndi. Aliment ödeyə bilmədim. Onun üzbatından mən uşağımı internete qoydum. David qaçdı gəldi internetdən. Ona görə çıxartdım. İndi bu sənədlər hamısı buradadır. Gətir sənədləri gətir. Buyurun. Mən tutmuşam mikrofonu. Buyurun. Hoşeran xanım, bu uşaqları ayrıldı əlindən. Uşaqları apardı qoydu pişahı 10 nömrəli məktəbə. Bizə yerin bilmirdi. Sonra yerini biz öyrəndik uşaqların. Getdik axtardıq. Tapdıq uşaqları, müəlliməsi, Esmər müəlliməsindən. Şahidin telefon nömrəsi var bizdə. Uşaqların yanına gedəndən sonra bu uşaqlara dedi ki, sizi qoyandırım, orada oxuyasınız. Nənən atan gəlir sizi burada görür, sizi buradan çıxartacam. Bir aydan sonra get uşaqları məktəbdən çıxartdı. Qoymadı orada oxusun ki, ata, ana, nənə gedib onları orada görür. Satdı, qulağını vurdu, kar elədi. Ay xanım, siz məişət səviyyəsinə endirməyin bu şeyləri. Mən istəyirəm ki, uşaq təhsil alsın. Mən istəyirəm ki, mən sizi studiyadan çıxarıram yenə. Bax, siz bir daha səsinizin tonunu qaldırsan. Bir saniye, baxın. O qız vaxtı, Xoşgirəm xanım, qulağından apres olur. O adam, Allah var göydə, haqqla danışar. Qızı vaxtı o apres olur qulağından. Mən oğlum, niyə sən qulağı vura bilirik? Ay nənə, ay sənə qurban olum nənə. Bu ailəni bir yerə yığmaq olmaz ki, uşaqlar... Demişəm, neçə dəfələrlə Xoşgirəm xanım, o 3 balamın olmuşam, demişəm, bala, 2 uşağım var, deməmişəm o desin. Vicdanından desin. Dedim 2 uşağım var. Uşağın xətrinə gir, birləşmək lazımdır. Doğru desin, yenə deyirəm. Mən razılıq da verirəm, deyirəm də, geçsin birləşsin. Allaha and olsun. O qadınla birləşmək olmaz, mümkün deyil. Yox, birləşmirəm. Mən eləncə qadından birləşmirəm. Birləşə bilməz o. O mənim 66 yaşı var. Mənim anamdan artıq deyil. O işləyib gedib balalarını saxlamalıydı. 5 uşaqla 6 uşaqla ayrılanlar var. Mənim anam ücretsiz edir. Kişinin adı nədir? Bu kişinin adı nədir? Nə? Natiq. Ay Natiq. Sən elə danışırsan ki, elə bil ki, cəmaatın hamısını boşuna çıxardırsan. 100 manatla 2 uşaq saxlamaq olar. Olar. 100 manata yiyirsən, 300 manat al, 300 manatın hamısını verməlisən. Sənin uşaqların böyüyür orada. Sən nə danışırsan? Uşaq mənimdir, demirəm mən. Uşaq sənindir, amma ki, kimsə saxlamalıdır. O qəribədir. Ailələr var ki, Cabbar kimi uşağın üzünə həsrət. Ailələr var ki, Cabbar kimi tərbiyəli bir uşağının olması üçün bütün həyatını verə bilər. Ay ata, o cür tərbiyəli, o cür zehinli uşağın küçələrdədir, bilirsən. O qadın nə qədər pis olsaydı, uşağını çəkib gətirərdin, məktəbinə göndərərdin. Mən yenə deyirəm. Sənə də ancaq pul lazımdır, ayrı şey lazımdır. Mən bilirəm. Mən barışıq təklif edirəm. Mən barışıq təklif edirəm. Tamaşaçılar, siz necə? Mən barışmıram. Uşaqların xatiri üçün barış. Mən o qadından barışmıram. Mən razıyam. O qadın mənə çəkdirib, bax belə. Baxın. Bir saniyə, xanım. Qızıl sənin uşaqlarındır. Qızıl sənin uşaqlarının təhsilidir. 11 yaşlı uşağın bağlı qapılar arxasında qoyub gəlmişsən, bura məlumatım var mənim. Yenə üzr istəyirəm tamaşaçılardan. Nə qədər deyirəm ki, əsəblərimi cilovlayacam, alınmır. Harada sənin 11 yaşlı uşağın? Niyə bağlı qapılar arxasındadır o? Ağzını qapadıb, açarla bağlayıb gəlmişsən bura. Birdən evdə, bir saniyə, bir dəqiqə deyəm, bir dəqiqə. Siz birdən o evdə Allah eləməmiş kimi. Elə uşaqda Xoşgədəm xanım. Ay xanım, elə uşağı qəzadan, bəladan heç birimiz sığortalanmamışıq. Birdən o uşağın başına bir iş gəldi, düzdür? Bağlı qapı arxasında 11 yaşlı uşağı qoyub gəlmişsən. Mən də deyirəm ki, uşağı, atanı, ananı birləşdir, sənin uşaqların məktəbə getsin. Tərbiyəli uşaqları Allah sənə veribdir. Ata deyil. Qızıl versə barışar. Ata deyil. Qızıl. Pul versin sənə, qızıl versin. Alimenti də çoxaldar. Bir ata ki, evladı üçün yanmır, o ata deyil. Sən yanırsan, bir dəqiqə, sən yanırsan,
Sən isti yorğan döşəkdə yatanda, Heç kimim yoxdur, Şəfiqə xanım mən. nə bilim, neyniyə, indi geyinib, keçinib gəlmirsən. Bu geyinib, keçinib, hamısı Bir saniye, hamısına var verin. Bir saniye. O gecəyimiz bərəkətan olsun. Ay xanım, mənim məqsədim sizin uşağınızın təhsili üçün çalışıram bu dəqiqə. İstəyirəm ki, sizin uşağınız məktəbə getsin, bütöv bir ailədə olsun və bunun üçün sizə şans yaratmışıq. Bir tərəfdə sənin həyat yoldaşın, bir tərəfdə sən oturmuşsan. O həyat yoldaşını necə tapmışdın? Anam rəhmətə getdi, xalam apardı, mən Xırdalanda saxladı yanında. Tək uşaqdan baxan. Yəni necə özün getmisən də? Yox, xalam verdi. Yəni istəyib getmisən də? Xalam, onlar da kvartirant gəldilər, qaldılar. Xalam dedi ki, anası ilə xalam danışmışdı. Anası demiş ki, istəyirəm qızı. Və salam da? Üzüyü də gətirdilər, üzüyü də bir oldu. Bir həftədən sonra üzüyü tutdular. Gördün, yenə qısıl, yenə qısıl. Nərgizin idi ki, yalan da getdi gün yer. Bir saniye. Buna pul lazımdı qızıl. Yaxşı, bir saniye. Nərgizin idi, qaynım arvadım, idi gün taxtılar mənim barmağıma. Xahiş edirəm, Cabbarı bu anadan alın. Adiyyatı üzrə rayon icra hakimiyyətinin qayyumluq şöbəsinə müraciət edilsin. Mikrofonu götür. Tələb eləyə bilmərsiniz. Tələbi uşağınız bir dəfə diləndirmə faktından tutulanda, polisdə olanda onda vardı zanadan. İndi tələb eləyəm demək çox asandır. Qardaş, uşaq onun yanındaydı. Sizin uşağınız bir dəfə polisə düşmüşdü diləndirməklə. Niyə almırdınız onda? İndi tələb O sürgün eləyib uşağı hər yerə. Alardınız, polis bölməsindən götürərdiniz. Xırdalağın polisi mənə dedi ki, uşaq dilənir. Mən uşağımı tələb edirəm, bu an uşağımı diləndirir. Xırdalağın polisi mənə dedi tələb ki, edirəm uşaq demək dilənir. asandır. Olmaz belə. Xanımla həyat yoldaşı arasında yaş fərqi bu bir məsələ. Biz demirik, yəni xoşbaxt. Ya bir dəqiqə Şəfiqə xanım, demək istədiyim başqa bir şey var. İkinci Natiq ilə bağlı siz fikir verin. Natiq anasına daha çox bağlıdır. Və anasına bağlılığı olduğu müddətdə də onun həyat yoldaşı ilə münasibəti normal getməyəcək. Yəni bu, belə deyək də, ana-övlad arasında simbiyoz bağlılıqdan söhbət gedir. Mənə elə gəlir ki, bir saniyə. Bu məsələdə mən düşünürəm ki, bu ailənin bir yerə gəlməyinə açıqcası çox böyük ümidlər var. Çünki Natiq özü indiyə qədər evlənməyib. Əgər onun evlənmə fikri olsaydı, evlənərdi. Amma yalandır da evlənmək. Cavi, Natiq, bir saniyə. Gəlin belə eləyək. Bir saniyə. Ay xanım. Bir saniye. İcazə verirsiniz. Bir saniye. İcazə verirsiniz, mən fikrimi ifadə edim. Deməli belə. Mən yalan deyirəm. Bir saniye. Sizin alətiniz deyil Cabbar. Cabbar sizin əlinizdən, hər ikinizin əlindən alınmalıdır. O qədər. Verilə bilməz. Cabbar kimi ağıllı uşağı sizə verəcək. Buradan çıxıb gedəcəksiniz. O uşaq təzdən yenə itəcəkdir. Bunu mən sizə deyirəm. Hiç bu anada qalmasın. Mikrofonu... Sən kimi pozğun atada... Şahin. Arvad kimi gedib kişilərin yanında gəlir. Bir saniye. Sadəcə onu bilirəm ki, Cabbar bu ailənin əlindən alınmalıdır. O uşağın, elədirmi? Elnur müəllim, o uşağın psixologiyasına bu münasibət necə təsir göstərəcək? Cabbar özü heyifdir. Bu yerə qədər gəlib, indi bilmirəm. O bizdə bir söz var, ya vəlvələdən, ya zəlzələdən yaxşı qalıb. Ancaq bundan sonra bu ailədə Cabbarın gələcəyi ilə bağlı ümid verici bir şey demək çox çətindir. Ata özü də problemlidir, ana da problemlidir. Və məsələ burasındadır ki, bizim anamız da orada
ailə başçısı yox, məhz Natiqin maması kimi çıxış edib. Bax, o da o münasibətlərin daha da pisləşməsinə Bilirsiniz necədir, əziz tamaşaçılar? Mən sən axtarıramda, sizin sevdiyiniz, sevimli sən axtarıramınızda hər zaman deyirəm ki, qaçıb gedənlər ki var ha, tap axtarırıq 20 il, 30 il, 50 il, hamısı bax bu münasibətlərdən doğur. Sabah Cabbar da o həyatı yaşaya bilər. Ona görə indidən Cabbarı bu ailədən xilas etmək lazımdır. Bəs bir yaxdan müəllim deyirdiniz ki, vermək olar atasına baxsın, ya anasına. Yox, söhbət ailənin bir yerə gəlməyi. Bu ailə heç vaxt bir yerə gələ bilməz. Sadəcə gəlin belə eləyək. Çox gözəl insanlar var. Cabbarın təhsili üçün kömək edən insanlar. Mən onlara müraciət edirəm ki, kömək eləyək. Cabbara yardım ediyor o təhsil alsın. Onun dəftəridir, kitabıdır. Mən də alacağım, yardım edəcəyəm ona. Onun dəftər kitabı, ayda dəftər kitabı heç kitaba ehtiyac yoxdur. Mənim bildiyimə görə məktəblərdə artıq verirlər. Amma o nə bilim deyir, bəzi dərs ləvazimatları, geyimləridir. Vallah mən alaram onu. Yetər ki, Cabbar oxusun. Hanım bir dəqiqə dayanın. İcra hakimiyyətinə müraciət eləyəndə icra hakimiyyəti deməli belə ailələri, uşaqları verir, təmin eləyir. Bunları geçsin, birazca fikirləşin yenə, sizə mən vaxt verirəm. Durun, əyləşin elə burada, qalxın, əyləşin. Verilişə baxın, buradakı o taleləri izləyin. Bəlkə də sizin fikriniz dəyişiləcəkdir. Həyat yoldaşına, ay qaynana, sən qaynanasan, anasan. Bəlkə də, yox. Siz istəsəz çox şeyi, qaynanalar istəsə çox şeyi həll edə bilər. İstəsən çox şey eləyə bilərsən, yoxsa yox? Buyurun. Bu dedi ki, xanımla onun xalası danışıblar, bunlar ailə qurublar. Əslində bu Natiqlə o xanımın, yəni birgə razılıq əsasında qurulan ailə deyil. Orada da ana idarə edib. Ondan sonra da eyni bir proses gedib. Mən indi elə məsələlər var ki, adam burada detallarına getmək istəmir. Neysə, biz ailə bunu planlaşması düzgün olmuyor. Bəli, uzatmayaq bunu. Mən barışmasını istədim, alınmadı. Amma mənə yenə gəlir ki, indi mən o gözləsinlər onlar. Cabbar bu ailənin əlindən alınmalıdır, o qədər. Lazımi orqanlara da müraciət etmək lazımdır. Yəqin ki, Kəmalə xanım da baxır, siz də gördünüz. Belə bir ailədə uşağın böyüməsi qeyri-mümkündür. Təhsil alması, düzdür, indi deyəcəksiniz ki, mən qanunu bilirəm. 13 yaşında bir uşağa kimsə təzyiq təsir edə bilməz. Onun fikri önəmlidir. Amma o uşaq əgər təhsildən yayınırsa, onun da artıq Şəfiqə xanım, buyurun, Təhsildən yayılır, 13 yaşında uşağın əməyindən istifadə olunur. Ona görə də hansı rayonda yaşayırlarsa, biz oranın icra hakimiyyətinin qəyyum himayəçiliyi orqanına müraciət eləyək, o uşağı hər ikisindən alıb yerləşdirsin məsələ. Həmidə ilə bağlı şəkil ekrana gəlsin və Həmidənin ögey anasının bibisini studiyaya dəvət edirəm. Həmidə Hacıyeva Pirhəmid qızı. Həmidə Hacıyeva Pirhəmid qızı, əziz tamaşaçılar, günlərdə evdən çıxıbdır. Həyat yoldaşının verdiyi əzablara dözə bilməyib. Mən sadəcə bunu demək istəyirəm. Verdiyi əzablara dözə bilməyibdir. Həmidə, mən özümü dənizə atacağım, intihar edəcəm deyib. Dünən onunla bağlı aldığımız bir xəbərin izi ilə Sumqayıta getdik gecə ilə. Dünən gecə Həmidə ilə bağlı gələn o xəbər. Çəkiliş qrupumuz nələrlə qarşılaşdı? Az sonra bizə danışdı. Həmidə ilə bağlı yenə də zənglər gəlir, onu görənlər, onunla bağlı son məlumatları bizə verənlər yenə də var, əziz tamaşaçılar. Həmidə Hacıyeva Pirhəmid qızı. Əlaqə nömrələrimizi görürsünüz. Həmidə ilə bağlı, o cümlədən bütün problemlərinizlə bağlı ailənizin kanalı Xəzərə bizə danışa müraciət edə bilərsiniz. Sponsorlarımızla bağlı məlumatı verib və mənim Həmidənin yaxınlarına suallarım var. Çünki dedim axı, dünən gecə bir məlumatın, bir xəbərin izi ilə mən Xoşqədəm Hidayət qızı Sumqayıtdaydım. Baş sponsorumuz ölkənin bir nömrəli tibb müəssisəsi Medera Hospitaldır. Türkiyənin məşhur plastik, estetik və rekonstruktiv cərrahı Profesor Aliza Ercogen 7, 8, 9, 10 noyabr tarixlərində Medera Hospitalında hər növ üz gəncləşdirmə, burun, qulaq və çənə deformasiyaları, mamoplastika, artıq çəki və piylənmənin estetik korreksiyası və digər rekonstruktiv əməliyyatların tibbin ən son metodları ilə həyata keçirir. Ümumiyyətlə, hər hansı bir bəzi xanımlarımız var ki, kompleksləri var. O kompleksi olan xanım
xanımlar. Mən qeyd edim ki, Profesör Əlirza Ercocan həqiqətən də yəni plastik estetik cərrahlar sırasında nömrə 1 hesab edilə bilər. O cümlədən Türkiyədən dəvət olunubdur. Yenə də Medera Hospitalına 11, 12, 13 noyabr tarixlərində neyrocərrah Dosent Ali Zır tərəfindən Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrin müayinə və əməliyyatları həyata keçiriləcəkdir. Buyurub Medera Hospitalına müraciət edə bilərsiniz. Əlaqə nömrəsini xatırladıram. 055 455 0303. Digər bir sponsorumuz Zingamega balıq yağıdır. Qeyd edeyim ki, Zingamega balıq yağı bütün apteklərdə var, əziz tamaşaçılar. Bütün apteklərdə var. Respublikamızın bütün apteklərindən Zingamega balıq yağını ala bilərsiniz. Deməli, Zingamega balıq yağı uşaqlarda və böyüklərdə diqqət pozulmasının qarşısını alır, yaddaş qavrama, məntiqi təfəkkürü formalaşdırır, balıq dadı vermir, bu çox əsaslıdır. Çünki uşaqlar balıq yağını istifadə edərkən həmişə o dad onlara mane olur. Qaşıq formasındadır, bütün apteklərdə dediyim kimi satılır və Zingamega balıq yağı təbiətdə omega 3-ün əsas və yeganə mənbəyidir. Adınızı deyin. Müzəffərə vilayət. Neçə ayda oğlunuz yox idi? Mart ayında dedik. Mart ayından. Bəli. Hara getmişdi o qadınla? Qadın aparmışdı da o Amalya. Bir yerə gediblər də. Daha öncə o qadını tanıyırdı? Yox, mən yox, görməmişəm onu. Qardaşınız daha öncə gedib gəlirdi? Yox. Yəni bu qadınla gedib İlk gedişi olub. Bu tanımadığı qadınla necə ola bilir ki, ay Kifayət xanım, belə rahat şəkildə bu oğlan qoşulub gedir? Yəni orasından da xəbərim yoxdur, amma gömrükdə tanış olub. Siz tanıyırdınız o qadını? Mən tanımamışam şəxsən. Oğlunuz o qadınla tanışlığı barədə sizə nəsə demişdi, anasınız da bəlkə? Yox, görməmişəm, deməyib məndə. Bazarda tanış olurlar da bir-birini. Bazarda tanış olublar? Bazarda tanış olurlar. Amma görürsünüz, oğlunuzla fərqli danışır. Ondan sonra dedim, mən mal götürmüş, qapırmışdı. Orada mən girib qoydular. Dayı bu tərəfə çıxa bilmir. O deyəndən sonra bunu, siz gəlib o qadının qapısına getmədiniz, döymədiniz onu da. Yox. Necə yəni? Görməmişəm o qadın haradır. Biz o qadını tapdıq. Qadın qaçmadı, dedi gələcəm, sözümü də deyəcəm, Xoşqədəm xanım. Mən onları dəvət edim, amma o qədər Cabbar buradadır. Gəlsin Cabbar bura. Gəl bura. Digər o... Xəbərim var ya ona. Zəng gəldi indi. Zəng gəldi. Cabbar. Bilirsən sənin üçün kim zəng eləyib? Çox hörmət etdiyim millət vəkili. Mən illərdir tanıyıram o şəxsi. Yəni, onda parlament müxbiri idim, sonra nə bilim, adi müxbiri idim, sonra parlament müxbiri, beləcə tanıyırdım. Çox dəyərli insan, çox gözəl insan. Mən həmişə deyirəm ki, mən insanların mövqeyinə görə sevirəm. Əgər bir insan tez-tez mövqesini dəyişirsə, mən o insana da hörmət eləyə bilərəm. Amma daim eyni mövqedə olan insanlar ki var, onları mən çox sevirəm. O sevdiyim, daim eyni mövqedə gördüyüm bir deputat var, Siyavuş Novruzov. Alqışlayaq. Zəng elədi. Dedi ki, Cabbarın bütün təhsil, nə ki istəmirsən, təhsillə bağlı nə lazım deyil, hamısını Siyavuş mənim öz boynuna götürdü. Mən də arzuma çatdım. Mən də arzuma çatdım. İnanın mənə ki, o qədər çox sevinirəm ki, alqışlayaq Siyavuş müəllimi. Bu cür xeyirxah insanları alqışlayaq. Alqışlayaq bizim xeyirxah insanlarımızı. Siyavuş müəllim demişdi, adımı çəkməsin. Amma adı çəkirəm. Yaxşılıq etmək istəyənlərin sayı çoxalsın, ona görə adı çəkirəm. Nəsə sözün var Siyavuş müəllimə? Çox sağ olun, Allah razı olsun. Allah olsun yetişsin. Allah min əvəzini yetişsin. Pomada olacaq. Pomada olacaq, amma qoy olsun. Mən istəyirəm pomada ilə yola salım. Baxın. İnsanlara kömək etmək nə qədər gözəl bir şeydir. Nə qədər gözəl bir şeydir ki, kiminsə əlindən tutursan, kimisə sevindirirsən. Bundan gözəl bir şey var. Çox sağ olsun Xəzər televiziyasının rəhbərliyi. Sizin verilişiniz və
Siyavuş müəllim, həqiqətən. Əlbəttə ki, Xəzər televiziyası olmasa, bu veriliş olmasa, Şəfiqə xanım, mən o insanları necə çıxarıb danışaram? Bu insanlar necə gələ bilər? Hara gələ bilər? Mən sadəcə bir vasitəyəm. Sadəcə o. Və mən dünən Farizin anası buradaydı, qardaşı buradaydı. Onları dəvət etmək istəyirəm. Bu arada yenə mən məlumatları verim. Tez bizim itkinlərlə bağlı məlumatları verək. Farizin anasını və qardaşını dəvət edirəm studiyaya. Buyurun, itkinlərlə bağlı mən məlumat vermək istəyirəm. İlk öncə Həmidənin şəkli ekrana gəlsin. Həmidənin şəkli ekrana gəlsin. Həmidə günlərdir itib əziz tamaşaçılar. Həmidə Hacıyeva Pirhəmid qızı. Dünən də mən getmişdim Sumqayıta. Onunla bağlı məlumatlar gəlmişdi. O cümlədən Mustafayev Aydın Qiyasoğlu, daha doğrusu artıq o tapılıbdı. Mustafayev Aydın Qiyasoğlu Rusiyanın Xakasiya Respublikasının Abakan şəhərində 20 il əvvəl getmişdi. Dünən onunla bağlı axtarışımız yekunlaşıbdı. Ailəsi buradasa xəbəri olsun, yoxdursa ekran qarşısındadırsa deyirəm ki, gözünüz aydın olsun. Mustafayev Aydın Qiyasoğlu sağ-salamat tapılıbdır. Rəşidova Xalidə Şəmsəddin qızı 2000-ci ildə Balakən rayonuna evdən çıxıb. Rəşidova Xalidə Şəmsəddin qızı şəkli ekrana gəlsin. Yoxsa yeni itkilər qoymuşsunuz Şahin? Xalidə Rəşidova Şəmsəddin qızı axtarılır. Vüqar Cəbrailov İsrailoğlu. İnşallah Vüqarın yaxınları burada oturub, onlara da xəbər verərik. Onlara da şad xəbər verərik inşallah. Vüqar Cəbrailov İsrailoğlu axtarılır. Zərbəliyev Nizami Firudinoğlu axtarılır. Dünyamaliyev Elşən Eytibaroğlu axtarılır. Əliyev Ramal Fərmanoğlu axtarılır. Aslanov Rüffət Əlişadoğlu axtarılır. Həmidənin şəkli ekrana gəlsin və mənə zəng var Həmidə ilə bağlı, deyir bizim əməkdaşlarımız. Şahin telefonu gətirin. Mənimlə danışmaq istəyirsə gətirin telefonu, problem yoxdur. Həmidə ilə bağlı. Ekrana gəlsin şəkli. Həmidə Hacıyeva Pirhəmid qızı əziz tamaşaçılar günlərdə axtarılırdı. Dünən də onunla bağlı çox dəhşətli bir xəbəri bizim əməkdaşlarımız mənə verdi və gecə saatlarında Sumqayıtdaydım. Orada nələrlə qarşılaşdım biraz sonra deyəcəm. Mikrofonu götürün siz. Oğlum kim tərəfindən götürülüb dediniz, o pullar İrana aparılıb? Qadının adı nə idi? Ofeliya. Tanımıram, bilmirəm, qapısına getməmişəm dediniz. Telefon gələnə qədər biz verə bilərik, deməli, dünənki xatırlatmanı verə bilərik uşaqlar. Dünən nələr olmuşdu? Tamaşaçılar da bilsin. Salam, Xoşqədəm xanım. Mən Müzəffərov Fariz Mütəllim oğlu, Astara rayonunun Sələk kənd sakini, Bakıda yaşayan Babayeva Afeylə Mehrəli qızı, Astara rayonunun Şağacı kəndinin sakini ilə birlikdə və anası ilə 3 nəfər biz İran İslam Respublikasına gəldik. Onlar ana bala məni İranda 15 min manata görə girov qoyub, 22 ton meyvə alıb Bakı şəhərinə yola düşdülər və dedilər 3 günə qaydırıq deyənə bugünə kimi gəlib çıxmayıblar. Artıq 8 aydır ki, mən İranda girovdayam. Heç bir köməyim yoxdur. Sonralar bildim ki, Babayeva Afeylə Mehrəli qızı əvvəllər 5 il azadlıqdan məhrum olunub, məhkumluq həyatı yaşamışdır. Lakin mənə bir zəng zad vurmur, telefonuma da cavab vermir, qalmışam əlaçsız. Gəldi telefon, gəlsin. Bir dəqiqə. Mənimlə danışmaq istəyirlər. Həmidə ilə bağlı. Həmidənin şəkli ekranda. Əziz tamaşaçılar. Buyurun. Buyurun. Dəhşətdir. Göndərin ora. Həmidənin şəkli ekrandan yığışdırılsın. Həmidənin şəklini daha ekrana verməyin, əziz tamaşaçılar. Həmidə ilə bağlı ən son xəbər. Əslində mən dünən də o xəbəri almışdım, çox pis olmuşdum. Hətta sosial şəbəkələrdə də bununla bağlı paylaşdım. Amma
İnşallah yəni indi aldığım xəbər doğru xəbərdir. İnşallah doğru xəbərdir və bizim əməkdaşlarımız Şahin efir bitənə qədər istəyirəm bunun. Yetişdirin, nə inirsiz eləyin, təcili. Hə, harada qalmışdı, üzr istəyirəm. Hə, oğlunuz dedikləri doğrudur mu? Doğrudur, bəli. 8 ayda görə bilmirəm. Onda bir ana yanında. Siz deyirsiniz ki, o borc bəlkə verilibdir, siz... Mənlə danışmırdıq, Quşqadan xanım. Çoxu oğlanla danışırdı, oğlanla danışırdı. Qardaşıyla? Amaliya ilə görüşdünüzmü siz? Xeyr, mən Amaliya ilə görüşməmişəm. Amaliya buradadır, əziz tamaşaçılar. Gəlibdir, qarşılarına da çıxacaq. Hətta gəlsinlər, studiyaya gəlsinlər onlar. Həmidənin yaxınları xahiş edirəm biraz. Amaliya studiyaya gəlsin. Mən Ofelia xanımı görməmişəm, zəng vasitəsindən danışmışam onunla. Nə dedi? Mənə deyib ki, qardaşımla gedmişəm İrana, mal götürmüşük, gətirib satmışıq, pulun elə bir ki, 3-4 minini göndərmişik, yəni xeyir də, ziyan da 2 nəfərimizin olmalıdır. Bu gedəndə nə zənginə cavab verir, nə pul göndərib. Yox, qardaşımız nə deyir? Bütün pulu göndərib, yoxsa göndərib? Yox, qardaşım deyir ki, 3-4 min pul gəlib. Yəni 15 min manat qalıb orada. Bu pul verilməlidir, mən çıxmalıyım. Amaliya xanım, buyurun studiyaya. Niyə istəmirsiniz siz studiyaya çıxmağa? Bu qədər hadisəni törətmişsiniz. Mən pulunu aparıb vermişəm. Dünən çıxmaq istəyirdim. Bugün nə oldu çıxmaq uşaqlarıma görə mən çıxıb çıxmıram. Nəyə görə mən o bir dənə əziyyət çəkim. Xanım, bu ana da sizin kimi anadır. Gəlib oturub burada mart ayından övladının üzünü görə bilmir. Borca görə tutub borc sahibi saxlayıb İranda. Hansı borcu? Onun pasportu əlindədir. Onun gömrük vaxtı keçib qalıb. Bəs o bir dənə ziyan olub. O mənim üstümə qalıb. Əgər pasport onunda ola bilər. Gəlin bura, mikrofonu verin mənə. Buyurun. Üzünüz o tərəfə. Baxın. Pasport maliyyəsindədir, malı bunlara verəndədir. Necə? Pasport malı bunlara verəndədir. Çünki saxlayıb pasportu əlinə. Deyir, mənim pulum mənə gəlib satana kimi, mən sənə buraxacaq. Siz nə qədər mal götürmüşdünüz birlikdə? 21 ton mal gətirmişik İrana. Nə qədər pula? 14 min. 14 min. 14 minin neçə minini qaytarmısan? 11.600 manatını qaytarmışıq. Məhkəmə də olub, rəsmi məhkəmə olub burada. Nə məhkəmə? Məhkəməyə kim vermişdi sən? Məhkəməyə biz özümüz orada müraciət elədik. Çünki maliyyəsi ziyanından bizə çıxmadı deyə 7500 orada ziyan oldu. Çıxmadı, biz məhkəməyə verdik. Pasportları bizim hamımızın pasportunu almışlar. Hamımızın pasportunu verdilər, çıxıb gəldik Biləsuvara. Xanımalar bir də gəldi. Qadının da. Cəmaatın uşağını aparıb girov qoyub orada. Mən aparıb bu qadın yazın, qadının uşağını mənim burada, yox, mən orada niyə o uşaq deyil ki, o məndən yaşda böyükdür. Onu mən niyə alıb, o gəlib məni evindən götürüb gedib. Yəni düşmənçiliyimiz yoxdur. Birdən-birə gəldi, sizi evdə tapdı, yoxsa siz onu tapmışsınız? O İranda o zalıq qalmışdı, biz onu zalıqdan gətirmişik. O ayrı adamlara mal vururdu, kəvər vurub göndərmişdi. İndi də onun borcuna biz zamin durmuşuq. Burada yəni əgər mənim burada bir günahım varsa... Bir dəfə gedib gəlib, ikinci dəfə gedəndə bu xanımla qalıb orada. Yəni daha öncə belə bir hadisə olmuyor. Gəlib məni evimdən aparıb. Özü gəlib evimdən çıxıb getmişik. Ay xanım, məni evimdən kim gəlib apara bilməz xanım. Zorla yox, elə məsləhətlə getmişik. Məqsədin olub götürüb aparmışsın onu. Niyə məqsədim var ki mənim ondan? Nə məqsədim ola bilər ki? Səbəbsiz heç nə olmur axı. Niyə ki, nə səbəbsiz? Siz hədələmisiniz. Dünən mənə Fariz sadəcə o talış dilində idi, mən başa düşmürdüm, o dili bilənlərdən xahiş etdim. Mənə tərcümə etdilər, siz Farizi hədələmisiniz. Niyə? Əgər həqiqətən də sənin dediklərin doğrudursa, o oğlana o nə səs yazılarını göndərmişsən? Nə səs? Talış Suriyə demişəm ki, sən olduğu kimi düzündür, məhkəmə olub. Sənin orada borca görə heç kim saxlamayıb, pasport sənin əlindədir. Özünün yanında niyə usula bağlamışsın? Mən alverlə məşğul olanam. Mal gətirib satmışıq. Əgər həqiqətən ticarətlə məşğuldursa, nisiyə dəftərini göstərsin, nə qədər mal götürüblər, nə qədər pul verib, kimlə göndərib, hansı tarafda göndərib, nə qədər qalıbsa hamısını göstərsin. Deyir, mən yoldan keçənə pul verib, aparıb verib qardaşıma. Elə şey olmur axı. Bəli. Əgərləri bir yoldan keçənə... Siz inanırsınız ki, kimsə bugün 10 manat olsa belə göndərsin kiminləsə. Şəxsən mən bir manat tanımadığım adama etibar vermərəm. Heç kimsə verməz. Adlı bir oğlanla utanış idi. Kartuşka sadan maşınlara verib göndərmişik. Xanım, indi siz bilirsiniz ki, oğlan orada sizin günahınız ucbatından qalıbdır. Niyə mənim günahımın? Bir yerdə gedib, o çıxıb yekə tırlara, mallara baxıb, pomidor xiyara baxıb, vurub. Mən baxmamışam ki, gətirib burada baxmışam, mal hamısı zaydı. O neyniyə bilərdi ki? O neyniyə bilərdi? Siz onun bədəlini ona mı ödətdirirsiniz? Nəyim? Qardaşım şəxsən mənə deyib ki, Ofelia xanımına deyib ki, İranda mənim tanışım var, mal buraxırlar.
məsləhətləşiblər, gedib malı götürüblər. Ofelia xanım malı gətirib bu üzə, qardaşımı saxlayıb orada. Deyib, malı satandan sonra 3 gündən sonra pulu göndərəm, sən də çıxacaqsan bu üzə. Malı gətiriblər bura. Satıblar, yarı xeyrəzi, yarı ziyana satıblar malı. Ay oğul, bura bax, qardaşın elə eləyir, sənin. Başqa bir qadına görə gedirdik, girov niyə dayanır ki? Gedib də Şəfiqə xanım. Lazımdır o. Daha öncələr bu xanım gedib gəlib İrana. Ona görə. Daha öncələr bunu edib. Xanım gedib gələ bilər. Bir dəqiqə. Bu xanımın haqqında hüquq mühafizə orqanlarına müraciət eləmək lazımdır. Bəli. Aparıb xanım başqasına orada girov verir və ona görə də bu xanımın haqqında cinayət işi qaldırılmalıdır. İstəyir gəlsin, bura istəyir gəlməsin. İstəyir üzə çıxsın, istəyir. Yox, əgər günahı yox, ümumiyyətlə haqlı insanlar üzə çıxırlar Şəfiqə xanım. Çıxmamaqda səbəbi nədir? Səbəbi müxtəlif bəhanələr, amma mən sizə deyim ki... Heç bir bəhanə gətirmirəm, sadəcə mən indi ki, mənim uşaqlarım sənəti yoxdur, aliment almıram, mən indi ki, verişə çıxmamışam. Biz alimentdən danışırıq bəyən, biz aliment məsələsinə baxırıq. Görsün Şəfiqə xanım. Baxın oğlun aparıb orada girov qoyursan, alimentdən danışıram. Sən bəyəm yoldaşın zadındır ki o, aliment alırsan. Siz başqasının oğlunu orada saxlamışsınız pula görə, necə yəni? Uşaq deyil ki, onun boyuna ip... Düz deyirsiniz, artıq o vəziyyətə salandan sonra uşaq deyilsiniz deyəcəydiniz siz. Başqasının övladı, sabah o bizim də övladımızın başına gələ bilər. Bilirsiniz necədir? Heç kəs sığortalanmayıbdır bundan. Olmur elə bir şey. Əgər sən pul göndərirsənsə, ticarətlə məşğulsansa, sübutun olmalıdır. Gətir dəftər və göstərmə. Hansı tərəfdə nə qədər pul göndərmişəmsə, nə qədər qalıbsa göstərsin hamısı. Yox, axı həqiqətən də bu sabah bizim övladlarımızın başına da gələ bilər. Kimsə işləmək istəyir, kimsə nəsə bir addım atmaq istəyir. İnanır, bərabər tanıdığı öz bölgəsindən olan adamdır. Sən apar onu qoy orada, de ki, mən malı satıb 3 gündən sonra geri qayıdacam. 3 gün mart ayından olub ta bu günə qədər neçə ay. Bu ana nə etməlidir? İndi də desin ki, aliment almıram, ona görə vəziyyətim pis idi, ona görə qalıb orada. Təbii ki, yalan danışır. Özünün məsuliyyəti var. Hətta xoş gələn xanım. Şəfqət xanım demişkən, başdan yalan danışır. Xoş gələn xanım, yaşıl bazarına halal. Düzgün adamsa çıxsın da meydana. Həmən oğlanın da xəbəri var. Neçə vaxt gediblər, necə gediblər. Biz bu məsələni bugünlə bitirməyəcəyik ki, sonuna qədər gedəcəyik. Xanım da bilsin, sonuna qədər gedəcəm. Mən bir məsələ həll olunmayancan əl çəkməyəcəm. İndi, məsələn, hər kəs deyir ki, Sədaya xanım, mən onu danışmalıyam. Həsən nə oldu? Almadınız. Ondan sonra Esmira nə oldu? Gördünüz, Esmira'nın yanına geçir. Çox böyük etiraflar var. Sonuna qədər gedəcəyik. Sonuna qədər. Sadəcə müraciət edən insanlar o qədərdir ki, o qədər qeydiyyatdan keçən insanlar var. Hər birinə vaxt çatdırmalıyıq biz. Bu arada sabahları biz yenə də Elnur bəyənin baxacaq uzmə ki, yox, olmaz. Amma görürsünüz, vaxt çatdırılmır Elnur bəyənin. Sabah Esmira ilə bağlı Sədaya xanım burada olacaq, Həsən burada olacaq. Həsən kimdə qalacaq əziz tamaşaçılar? Esmira'nın digər uşağı Almasla bağlı hansı araşdırmalar apardı, bizə danış, bunları biləcəksiniz. O cümlədən sizin məsələniz bitməyəcək bundan. Xoş xanım, anam uzaqda yaşır deyənə, mən özüm burada olam. Bu tez-tez gələ bilmir. O siz dediyiniz yaşıl bazardakı oğlan sabah gətirə bilərsiniz bura? Zənglə, amma dedi özüm gəlməz, dünən də yanında. Zəng, telefon bağlantısı eləyə bilərik. Hal-hazırda yox, gedəndə yanından keçəcəm, onun nömrəsini alıb sabahda gəlsin, yerləri danışa bilərik. Xanım buradadır, gizlənib yoxsa yenə? Hayır xanım, burada kamera yox deyə gəlir. Mən burada neynəmişəm ki, adam öldürməmişəm. Cinayət Səni araşdırın da, Muşqaram xanım. Girov adam qoydurmuşsan, neynəməlisən ki sən? Bunu araşdırın. Adam aparıb qoyubdu İranda girov deyir ki, mən adam öldürməmişəm. Gələ öldürmək kimi bir şeydir də. İranın səfirliyinə də müraciət eləmək lazımdır ki, belə bir hadisə baş verib orada. Dediniz ki, bütün məlumatları mən alırdım Həmidə ilə bağlı. Həmidə mənə deyirdi ki, mən özümü öldürəcəm. Həmidə ilə bağlı şəkli ekrandan götürdü əziz tamaşaçılar. Çünki biraz öncə zəng edən şəxs Həmidə ilə bağlı ən son məlumatı bizə verdi. Əslində dünən mən Sumqayıta məhz o xəbər üçün getmişdim. Gözlərimlə görmək istəyirdim. Görmədim. Baş sponsor Medeira Hospital. Sponsorlar Virazol, Zinka Mega, Femina, Xəzər İnşaat, Fab Boya və Slavyanka təqdim edir. İndi reklamlar başlayır. Gecə isə narda pulsuz və limitsiz internet başlayacaq.
xəstəlikləri orqanizmdə bir çox fəsadlar törədir. Verazol siropu və tableti qurd xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunur. Apteklərdən soruş. Medera Hospitalda hər ay Türkiyədən dəvət olunmuş plastik rekonstruktiv cərrah Professor Ali Rıza Ercəcən bütün növ rekonstruktiv əməliyyatlar, birinci, ikinci, üçüncü dərəcəli yanıqlar, anadan gəlmə qüsurlar, dovşan dodaq, mamoplastika və s. əməliyyatları uğurla həyata keçirməkdədir. Medera, tibbdə yeni era. Zinka Mega ilə övladınızın məntiqi güclü, gözü aydın olacaq. Zinka Mega, balıq dadlayan balıq yağı, qaşıq formalı, aç və iç. Zinka Mega, uşaqların seçimi. Qurd xəstəlikləri orqanizmdə bir çox fəsadlar törədir. Verazol siropu və tableti qurd xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunur. Apteklərdən soruş. Xala qızının toyu, Mimi ilə səhər gəzintisi, yeni yerlərin cəzibəsi, indi isə Lalənin ən xoşbəxt günü, üstəlik də iş müsahibəsi, hələ idmanda tərləmək. Hər dəfə bir şey çıxır, həyat saçlarını yorur. Jenşen tərkibli formulu ilə Elidor təbiətin enerjisi sənə kömək etsin. İndi saçların 5 qat daha dözümlü və ən az sənin qədər enerjili və güclü. Yeni Elidor təbiətin enerjisi. Asim bala, ged evə pomidor al. Yaxşı ana. Bax ha, yaxşısını seç. Keçən dəfə kimi olmasın. Bildim. Qaqaş, mənə də göstər. Paketin qutardı. Hara qurtarır? Nar Turbo paketləri sizi yarı yolda qoymayacaq. Çünki bu paketlərdə megabayt bitəndə internet pulsuz olur. Yadımdan çıxdı deyim ki, çörək də alın. Nar internetdə qənaətə gəl. Üz dərisinin qayğı və yüngüllüklə təmizlənməsi. Belə asan, axır ki oldu. Yeni üçü birində misilər suyu yoxlayın. Nivea'dan. Makiyajı asanlıqla silir və gözlərinizi qoruyur. Yeni üçü birində təmizləyici misilər suyu üz dərinizə və gözlərinizə qulluq. Nivea ekspertlərindən. Uşaqlar hər şeyi təkrarlamağı xoşlayırlar. Biri xəstələndirsə, digərləri də xəstələnir. Siz də soyuq dəymənin profilaktikasını uşaqlar üçün anaferonla təkrarlayın. Onun xüsusi formulu orqanizmin müdafiə gücünü artıraraq viruslara qalib gəlməyə və immuniteti gücləndirməyə kömək edir. Uşaqlar üçün anaferon. Uşaqlarımız zökəm və soyuq dəyməsiz böyüsün. Qurd xəstəlikləri orqanizmdə bir çox fəsadlar törədir. Verazol siropu və tableti qurd xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunur. Apteklərdən soruş. Bu sadəcə südlü şokoladla olan bir fincan deyil. Bu bir qığılcım, stimul, ixtiralar, macəralar, böyük və gözəl arzulardır. Çünki düzgün başlanğıcla uşaq hər şeyə nail ola bilər. Optistart əlavəli Nesquik südün faydasını vitamin və minerallarla zənginləşdirir və hər şeyin mümkün olacağına əminlik yaradır. Reklamlar bitti, amma narda megabayt bitsə də pulsuz və limitsiz internet bitmir. Hər addımı, hər kəlməsi ilə hadisə yaradan bənzərsiz qadın. 25, 26, 27 noyabr 19:00-da Heydər Əliyev sarayında əməkdar artist Röyanın Qadın adlı solo konserti. İnformasiya dəstəyi Xəzər TV, Xəzər FM, 100.5 FM və Araz FM. Orxan, bir dəqiqə. Orxan. Uşağı klonlar oğurluyor. Nə? Bütün şehirde polisler bizi aktarır. Sen hele bugün işleme fikrin var. Adınız? İmgi. Sümsü. Çoxdan Bakıda yaşıyorsunuz. 6,5 ay yani şimdi nasılsınız? Elbrus gönül dəhşət qısqanc deyir. Bu mənim klon işləməyimi də bilsə ya. Aləm qarışacağı bir-birinə. Günel buradadır Günel. Bu
Ondan sonra hər şey qurtardı. Bir də məni yığmırsan, axtarmırsan. Bir dəqiqə deyən, yana başladın bu dəniz qırağında bu nitrozumenyallıq eləməyə. Nitrozumenyallıq eləməyə. Nərəsindənsin Ankaranın? Ankarada şey tərəf, İmişli tərəf. İmişli mi? Ne yaptın? Eve gedirik. Ardan uşaq. O üzüyü əmmiyə verməsən, əminin toyu sabah yarımsı qalacaq. Fərid. Bir akşam taksiden düşüp polise. Gizlenpaç. 11 noyabrdan kinoteatrlarda. Diqqət, xanımlar və cənablar. Noyabr ayının 4'ü, 5'i, 6'sı, 7'si, 8'i Heydər Əliyev Sarayında Sizi bu şəhərdənin yeni 2 canlı adlı solo konsertinə dəvət edirik. 2 canlı, 3 canlı hamınızı dəvət edirik. Gəlin. Telekom partnyorumuz Azərsel. Baş sponsor Medeyra Hospital. Sponsorlar Verazol, Zinka Mega, Femina, Xəzər İnşaat, Fabboya və Slavyanka təqdim edir. Esmira yenidən bizə danışdı. Anama salamlar deyirəm. Şəfiqə xanım da deyir. Onun etirafları hər kəsi göz yaşına boğacaq. Mən də belə eləyiblər. Almaz istəyirəm. Az sonra bizə danışdı. Həmidə ilə bağlı xəbər gəldi əziz tamaşaçılar. Bizim əməkdaşlarımız hal-hazırda o xəbərin izi ilə gedirlər. Amma söz verirəm sizə ki, sona qədər, yəni verişin sonuna qədər Həmidə ilə bağlı sizə xəbər verəcəm. O cümlədən Amaliya ilə bağlı zənglərimiz dayanmır. Hər kəs deyir ki, o deyəsən bizə də, bizi aldadan qadındır. Səsindən ona oxşuyur. Bəli. Hər kəs, tamaşaçılar tələb eləyir ki, çıxsın studiyaya. Amaliya, səninlə bağlı zəng dayanmır. Hər kəs deyir ki, bu birinci hadisə deyil. Nə qədər insan... Niyə? Buyurun çıxın da. Yəni, buyurun. Bir də niyə çıxmayın? Mən nə hadisə... Axı siz çox gözəl, çox gözəl... İşi açın, qoyun cinayətçi, qoy polislər araşdırsın, nə var, nə yox. Siz dünən siz dediniz ki, geyimim pisdir. Bugün baxıram, vallah məndən yaxşı geyinibdir. Niyə səndən nə, sizin kimdən də geyim, belə bazar paltardan çıxıb gəlmişəm. Mənim uşaqlarım buna yol vermir mənim. Baxın, Amaliya xanım harda işləyirdi, qoy bizə əgər varsa onunla bağlı müraciət eləsinlər. Olubsa belə bir hadisə, müraciət eləsinlər, hə? Deməli, harda yaşayırdı? Ofeliya xanım. Hə, Ofeliya, mən səhv dedim, hə? Ofeliya, hə? Yaşa, bəli. Bir dəqiq, Ofeliya xanım, soyadınızı deyə bilərsiniz? Babayeva. Babayeva, Ofeliya. Harada işləyirsiniz? Bazarda alver edirəm. Hansı bazarda? Heç küçədə, hara gəldi, Görsünüz, araba üstə alver edirəm, xanım. Ay xanım. Əgər oradan da günahsızsa, kərizadamsa, çıxsın, cəmaata göstərir. Bu ana oğlunu axtarır. Buyur, sözüm var. Bəlkə siz deyəcəksiniz. Məni eşitmir. Sözüm var ki, imkanlı ailələrdən xahiş edirəm ki, oğlunu dağda çıxalsınlar. Xanım, imkanlı ailələrdən siz Ofeliyadan istəyin. Ofeliyadan xahiş edirəm ki, uşağım bu tarafa çıxalsın. Sənin oğlun geçi kimi yerinəsə girov qalıb orada. Arvad da şeyləri gətirib, özü pulu gətirib. Deyirsən imkanlı ailələr sənə kömək eləsin. Nə kömək eləsin imkanlı ailə sənə? Doğru dediniz. İmkanlı ailələr o uşaqlara kömək eləsin. Yoxsa Ofeliya xanım pul yeyəcəkdi, aparıb başqasının oğlunu qoyacaqdı, İranda mal gətirəcək və imkanlı şəxslər də Ofeliya xanıma kömək eləsin ki, hələ Ofeliya başqa bir gənci də aparıb İranda qoysun və ya başqa yerdə qoysun. Tamaşaçılara söz vermək istəyirəm. Buyurun, qızım. Mən 2 aylıq uşağımı əlimdən alıblar. Kim alıb? Yoldaşım. Mənə şiddət göstərərək uşağı aldı əlimdən apardı. Neçə yaşınız var ki sizin? 18. Neçə? 18. 18 yaşda uşağın 2 yaşı var. 2 aylıq. Hə. Rəsmi nikahınız var? Rəsmi nikahımız uşaq olandan sonra olduğuna görə uşaq sayılmır.
Atalığını verib, amma nikahlı uşaq deyil. Sabahları ya da istəyirsiniz indi qalxın. Buyurun əyləşin orada. Elnurə buradadır, Şəfiqə xanım. Bir şəkil hansı ki həyat yoldaşı şəkillə bağlı ayrılıbdır. O şəkil də buradadır, amma bu günləri mən çox söz verməyəcəm sizə. Başqa nə problemləriniz varsa deyin. Nədir problem? Qeydiyyatdan keçmişsiniz də siz. Keçmişsinizsə dəvət olunacaq. Uşaqları tərəfindən atılan, siz atılmışsınız. Bu dəqiqə araşdırmalar gedir sizinlə bağlı. Bir nənə var burada. Mənə deyirlər ki, qocalar evinə yerləşmək istəyir. Axı bu nənə niyə qocalar evinə yerləşsin ki? Sənə qurban olum nənə. Hardadır sənin övladların ki, sən qocalar evinə getmək istəyirsən? Ay nənə, hardadır övladların? Ağlama, ağlama. Hardan gəlmişsən? Ağlama. Hardan? Şüvəlandan. Uşaqların yoxdur? Uşaqlar baxın mənə, heç bir. Özüm xəstəyəm, maşıdaydı mənə. Evin yoxdur özünün? Nasıl var? Deyirəm sənə bunu gedirəm, bu bunu. Evin özür istəyirəm, danışsın fikirlərin. Evin var mı? Eyman, nasıl var? Hardadır, evdə kim yaşayır? Orada qızın yaşayır mənə. Qızın, onu da döyürlər, yoxsa o da səni döyür? O da danlıyım mən. Özüm də xəstəyəm, maşındakı mənə qurban olmasa, məni əvvəlcə yolla banisiyyə, sonra da qocalar önünə çıxım gedim. Sənə yalvarıram, balalarımı, Allah sağ Reklamlar var, hə? Xəbərlərə ayrılaq əziz tamaşaçılar, ay Allah. Hər kəsi göz yaşına boğacaq. Mən də belə eləyiblər. Almaz istəyirəm. Az sonra bizə danışdı. Həmidə ilə bağlı artıq xəbər verəcəyik bugün biz. Ailəsi buradadır. Mikrofon yanınızdadır, götürün. Mənə dediniz ki, sizə bir sir deyəcəm. Nə idi o sir? Həmidə həmişə deyirdi ki, intihar edəcəm özüm. Onu bizə demişdiniz. Ərindən qorxur. Niyə? Ərindən görəndə stres keçirdir. Niyə? Nə bilim, onun o şantaj elədiyi nədir ki, siz dediniz ki, daha doğrusu siz yox, qardaşı dedi ki, telefonda deyibdi ki, ərim məni şantaj edir, qorxuram o evə gedə bilmir. O əlində nə fakt var ki, Həmidəni şantaj edir? Bilmirəm, özündən soruşuruz. Biraz öncə xəbərlərə çıxarkən qoca nənə burada ağladı, qızı tərəfindən, övladı tərəfindən, yəni təzyiqlərə məruz qalır. Qocalar evinə getmək istəyir. Mən birinci sabah sizi istəyirəm ki, burada olasınız. Kəmalə xanım da zəng eləyibdi Cabbarla bağlı. Cabbar, sən niyə oturmursan burada? Sən artıq gedə bilərsən, bizim əməkdaşlarımızın yanında ol. Cabbarla bağlı zəng eləyib. Kəmalə xanım vaxt çox azdır deyin, onu efirə bağlaya bilməyəcəyəm. Kəmalə xanım deyir ki, o uşaq verilməməlidir ataya, anaya. Qaydalar var, qanunlar var. Mən də Kəmalə xanımla razıyam. Elədir, elə də olmalıdır. Amma bir günlük də olsa mən xahiş edirəm ki, bu qoca nənəni tək qoymayaq. Bunu saxlayaq, sabahları gəlsin bura. Necə? Halal olsun sizə. İnanın, bu nənənin göz yaşlarına görə yüzlərlə zəng gəlibdir bura ki, mən götürürəm, nənə kimi baxmaq istəyirəm. Öz övladları da atır. Öz övladları bu qadını atır. Yadlar zəng eləyibdir ki, biz o nənəyə sahib çıxmaq istəyirik. Mənim evimdə qalsın. Geymir, geydirir, böyüdür, boya başa çatdırır, evləndirir. Son aqibəti də budur. Ar olsun elə evladlara deyərəm mən, elə yavaş sözüm yox. Məncə də, ar olsun elə evladlara. Bunu deyəcəm, analar heç bir halda bu hala düşməməlidir. Analar heç bir halda övladı üçün gəlib burada ağlayıb axtarmamalıdır. Analar heç bir halda övladların qarşısında aciz vəziyyətə düşməməlidir. Balaca Cabbarı, 13 yaşı var. Baxın, anası üçün onu diləndirməyə belə qədər yola salan o ananın haqqında burada nələr danışdı. Bir nəfər də gəlibdi, mən ona söz verəcəm, çünki deyir, Xoşgədəm xanım çox təcilidir. Nədir problem? Mənim uşağımı məktəbdə müəllim vura. Niyə vurur? Partlayıb, Batsın gəlib sinifdən çıxardı, aparmağa tənəffüs vaxtı. Cəllabadda olub, hə, bizim əməkdaşlarımız deyir. Cəllabad rayonunda müəllim uşağa qarşı təzyiq göstərib. Uşağın dodağı partlayıb burada.
məktəb rəhbərliyinə müraciət eləmişsiniz. Bəli, eləmişəm. Hansı tədbir görüldü? Fakt təsdiqini tapdınız. Yəni ona sinif verilməyib. O qeyri-müəllimlərdən 1 saatlıq dərs alırdı ki, yəni bu öz saatın bitirsin. Müəllimin maaşlarından kəsilir, bu müəllimə... Gəlin belə eləyək, biz araşdıraq bu faktı. Vasif, bu fakt araşdırılmalıdır, biz nömrə verəcəyik. Onun qəsdi qərəzi olun məndən, niyə uşağımdan qısas alır? Gəlin qarşı tərəfi dinləyək, sonra qərar verək, Xoşqədəm xanım. Mümkün olan bir şey deyil, birinci qeyri-iş-saatı ola bilməz məktəbdə. Yox, gəlin elə deməyək, hər halda o insan yalan deyə bilməz. Görürsünüz, Ofeliya xanım bura çıxmır. Niyə? Zənglər də dayanmır o qadınla bağlı. Amma bu adam qorxmadan, çəkinmədən gəlib, fikrini də deyirdi. Deməli, faktı var əlindəki gəlibdir. Sizə qarşı bir də, mən araşdırmadan heç nə deməyəcəm, bir söz deyim. Şəxsi qərəzlik nədir sizlə bağlı? Deyirəm də, yəni 2009-da məndən dostluq elədi, yəni ondan heç bir dostluq eləmirdi. Mən ondan 50 manat pul götürdüm, borc. Bəs ona 2 aydan sonra qarşı... Şahin, axır elə belə, maddiyyat yəni, maddiyyat Şahin. Bilirsiniz, təhsil müəssisələrində bu mümkün deyil, uşaqları vursunlar. Hələ indiki bu dövrdə təhsilə bu qədər diqqət olan bir vaxtda. Yox, indi deyirsə ki, vurubdur, ağzı partlayıbdır, nə var? Təbii ki, burada ekspertiza var, burada qaydalar var, qanunlar var. Araşdırılacaq, o sizin dediyiniz faktla da bağlı. Mən Vasif, xahiş edirəm ki, bu məsələ ilə maraqlansan. Mən 2 məktubu oxumaq istəyirəm, sonra həm də biz hazırıq Şahin. Əgər hazırıqsa, bizim əməkdaşlarımız artıq yaxınlaşır. Mən amma bu 2 məktubu oxuyacağım. Biri Tovuz rayonundan gəlibdir. Mən o qədər ağlamışam, sadəcə bunu mən çox oxuya bilməyəcəm. Baxın, məktub bu qədər yazılıbdır. Gənc bir xanım yazıb, gənc bir qızımız yazıb. Bir cümləni oxuyuram. Deməli, qardaşının, atasının qardaşına göstərdiyi təzyiqi yazır. Yazır ki, hər gün biədəb söz eşitməkdən ağlayırdım. Üzr istəyirəm ifadəmə görə. Əslində bu atanın bizə ən şirin sözüdür. Südünü, oxuya bilmirəm, xətti çox yəni. Ananızın verdiyi süd sizə haram olsun. İnanın, göz yaşlarımla yazıram. Qardaşım 11-ci sinifdə oxuyurdu. Atam çağırdı ki, bura gəl. Şəmkir rayonundan yazıblar. Üzr istəyirəm. Göz yaşlarımla yazıram. Atam çağırdı, bura gəl. Qardaşım Kənanı mal tövləsinə tərəf. Tövlədə 5 dana vardı. Kənan bilmədi ki, onu niyə çağırır ora. Əlində yoğun ağac. Kənanı o küvar döydü. Biz qıraqda ağlayırdıq. Heyvanlar belə hürküb ona bir tərəfdən yazığı gəlirdi. Düşünün, heyvanlar belə gözlərində onların belə yaşı hiss etmək olardı. Səbəbini öyrənəndə dedi ki, hazırlığa gedirsən, məhəllədə iş tökülüb qalıb. Kənanın bədəni göm-göydü. Adam dəhşətə gəlirdi. Bu dəhşət idi ki, ata öz övladına bu cür əzab verir. 2 gün ayağa qalxa bilmədi mənim qardaşım. Bu məktubu mən sabah o ailəni mən dəvət edirəm. Yəqin ki, bizə baxırlar onlar. Məmmədova hava yazıbdı bunu. Xoşqədəm xanım, indi küçələrdəyik. Neysə, bu məktubu mən sabah sizə geniş oxuyacağım və o ailəni mən dəvət edirəm studiyaya. Şəmkir rayonundan yazılıb, əziz tamaşaçılar, bu məktub. Digər bir məktubu bizə Dina xanım yazır. Deyir ki, mən Gədəbəy rayonunda 1916-cı ildə anadan olmuşam. Əziz Xoşqədəm xanım, hər gün sizi izləyirəm. Bu məktubu özəl olaraq seçdim. Çünki bizə danışa yüzlərlə məktub gəlir. Bu studiyaya baxın, nə qədər insanlar gəlir. Bu bizə verdiyiniz dəyərdir. Bu əslində hər şeyin göstəricisidir. Hər şeyin göstəricisi. Bura olunan müraciətlərin sayının günbəgün minlərlə artır. Məktubları oxuyub çatdıra bilmirik, inanın. Amma bu məktubları xüsusi seçdim mən. Yazır ki, 16-cı ildə Gədəbəydə anadan olmuşam. Əziz Xoşqədəm xanım, hər gün sizi izləyirəm. Nə qədər insanı sevindirirsiniz. Allah sizi qorusun. Yaxşı insanları qorusun. Kanalınızın bütün əməkdaşlarına uğurlar arzulayıram. O kanala rəhbərlik edən insanlara Allahdan güc və səbir diləyirəm ki, yaxşı işlər görməkdən yorulmasınlar. Xoşqədəm xanım, hamı kimi mənim də sizdən xahişim var. Bəlkə də mənim istəyim orada oturan şikayətçilərin problemlərinin yanında gülməli görünəcək. Amma
ən böyük arzum olubdur ki, bu anı yaşamaq. Təsəvvür edirsiniz, mənim 100 yaşım olacaq. 100 yaşımı qeyd etmək həmişə böyük arzum olubdur. Özümü anlayandan heç vaxt ad günü keçirməmişəm. İndi 100 yaşımda heç vaxt keçirmədiyim o ad gününü sizinlə birlikdə keçirmək istəyirəm. Axı siz deyirsiniz ki, bu kanal hər bir ailənin kanalıdır. Mən də istəyirəm ki, ad günümü ailəmizin kanalında keçirək. Bəlkə də bu ad günü mənim sonuncu ad günüm olacaq. Mənim bu arzumu nəzərə almanızı xahiş edirəm. Çox sağ olun ki, siz ad gününüzü, gözəl gününüzü də bizimlə keçirmək istəyirsiniz. Minnətdaram sizə və mən söz verirəm Dina xanım. Sabah neçənci gündür? Günləri də unutmuşam mən. 5-ci gün sizə burada çox gözəl ad günü keçirəcəm. Əməkdaşlarımızdan xahiş edirəm ki, dərhal əlaqə saxlayın. Bütün tədbirlər görülsün. Sabah Dina xanım 100 yaşınızı bizə danışda qeyd edəcəksiniz. Hər kəsdən də xahiş edirəm ki, gəlsinlər, Dina xanımın ad günündə burada olsunlar. Hətta tanınmışlarımız belə. Həm də Dina xanım Rusdur. Başqa millətin nümayəndəsidir, amma Gədəbəydə anadan olubdur. Necə lazımdır təşkil edəcəyik. Təşəkkür edirəm. Həmidə ilə bağlı artıq mikrofonu BBC götürsün. Qardaşımın zülümlə tapdığı bir qız idi. Amma başında nəsə son dövrlərdə bir problem vardı, psixoloji durumunda problem vardı dediniz. Nədən hiss etmişdiniz onu? Nədən hiss etmişdiniz ki, o qız elədi? Çox fikir edirdi evdə. Problemlərini çoxdur, fikir edirdi. Bizə də gəlmişdi, hər adı ürəyim sıxılır, yata bilmirdi. Onun evi, eşiği ayrı olsaydı, heç belə problemlər də olmazdı. Qaynar arvadı bir yerdə yaşır, qaynanı ilə bir yerdə yaşır. Qaynar arvadı ilə münasibətləri necə idi? Onu deyə bilmərəm. Mən onun evin içində deyirəm. Bəlkə Bibi bilir. Ailə mürandan sonra o problem olub. Yox, ay xanım, nəzər, mən 5 ildir Həmidəyin ailələrinə gəlmişəm. İkinci həyat yoldaşıdır. İkinci, ondan qabaq nə olub, nə olmayıb mənim bilmirəm. Bir də ki, bağlı sirdir ev. Mən gelmişəm, yarımıza oturmuş yoldaşımla, şu nəvələrini görüb çıxıb gəlmişik. Nə bilim Həmidənin başına gəlib. Bu anadır. Deyir ki, mən anayam. O da bibidir. Bu ana ilə bibi bunları biz aydınlaşdıra bilmir ki, bunun başına nə gəlib. Bu bir. Bunların arasındakı konflikt nədir? Şəfqə xanım, biraz sonra hər şey açılacaq. Belə şey olmaz. Həmidə ilə bağlı axtarış yekunlaşdı əziz tamaşaçılar. Dünən gecə saat 2-də bütün komanda ayaq üstədir. Və bugün efirdən elan etdiyim ana qədər gözlədiyim bir zəng vardı. Zəng gəldi və əməkdaşlarımız o zəngin arxasınca getdilər və biraz sonra televiziyamızda olacaqdılar. Ona qədər gəlin, reklamları mən istəyirəm, sponsorlarımızla bağlı məlumatı oxuyum. Baş sponsorumuz ölkənin bir nömrəli tibb müəssisəsi Medera Hospitaldır. Bütün şöbələr Medera Hospitalında fəaliyyət göstərir. Səhhətinizdə hər hansı bir problem varsa, buyurun Medera Hospitalına. Hər ay Medera Hospitalına dünyanın və ölkənin məşhur həkimlərinin də daxil olduğu belə də yoxlamalar, müayinələr həyata keçirilir. Medera Hospitalında Moskva şəhərindən dəvət olunmuş Moskva şəhər xəstəxanasının travmatologiya ortopediya şöbəsində uzun müddət aparıcı mütəxəssis çalışmış travmatolog doktor Ceyhun İsmailov tərəfindən bütün növ oynaq xəstəlikləri, deməli, diz, bud, çanaq, çiyin oynaqlarının endoprotez əməliyyatları çox uğurla həyata keçirilir. 11, 12, 13 noyabr tarixlərində də doktor, deməli, dosent Ali Zırh olacaqdı. Medera Hospitalında Parkinson xəstəliyindən əziyyət çəkənlər buyurub Medera Hospitalına müraciət edə bilərlər. Digər bir sponsorumuz Zinga Mega balıq yağıdır. Uşaqlarda diqqət pozulmasının qarşısını alır, yaddaş, qavrama, məntiqi təfəkkürü formalaşdırır. Qeyd edeyim ki, Zinga Mega balıq yağını digər balıq yağından fərqləndirən odur ki, balıq dadı vermir əziz tamaşaçılar. Qaşıq formasındır. Bu da uşaqların bu balıq yağını qəbul etməsinə heç bir problem törətmir. Eyni zamanda Zingamega balıq yağı A, C, Y, D vitaminləri ilə zəngindir. Bu da balıq yağı uşaqlarda görmə qabiliyyətini artırır, göz yorğunluğunu aradan qaldırır, immuniteti gücləndirir, tərləmənin qarşısına alır, iştahının artmasına kömək edir. Respublikamızın bütün apteklərində siz Zingamega balıq yağını əldə edə bilərsiniz. Digər bir sponsorumuz qurd əleyhinə vasitə olan Verazoldur. Bilirsiniz ki, son dövrlərdə Respublikamızda qurd xəstəlikləri
artıq yayılıbdır. Bu da ki bişməmiş ət yemək, yuyulmamış meyvə, tərəvəzlər, gigiyenik qaydalara riayət etməmək qurd xəstəliklərinin deməli artırır, geniş yayılmasına səbəb olur. Bunun da qarşısında əgər zamanında müalicə etməzsəniz, xüsusilə də uşaqlarda sinir sisteminin zədələnməsinə, həzm sisteminin zədələnməsinə səbəb olur. Qeyd edeyim ki, əgər ailədə bir nəfərdə qurd xəstəliyi aşkarlanarsa, ailənin bütün üzvləri bu xəstəliyə qarşı müalicə almalıdır. Çünki qurd xəstəlikləri insandan insana çox asanlıqla keçə bilir. Respublikamızın bütün apteklərində Verazol qurd əleyhinə vasitəni əldə edə bilərsiniz. Siroplar uşaqlarımız üçündür, tabletlər isə böyüklər üçündür. Digər bir sponsorumuz Femina Xəz Qaleriyasıdır. Əziz xanımlarımız İtaliyadan, Yunanistandan ən gözəl, keyfiyyətli, cibinizə uyğun xəz və dəri geyimləri məhz Femina Xəz Qaleriyasındadır. Mən dünən demişdim axı ki, İsraildən bizə qonaqlar gəlibdir. Əmisi bugün yoxdur, xəstələnibdir. Amma hər zaman onlar bizə gəlibdir. Ümumiyyətlə, mən təşəkkür edirəm bizi seçən. Hər kəs, yəni bilirsiniz necədir, neçə illərdir bizim yanımıza gəlir, axtarışı var. İndi yenə də deyəcəkdir. Qardaşımı axtarıram mən. İsmailov Asiyev Arifoviç. Rusiya vətəndaşıdır. Şəkli Bəli, var. Hə, şəkli ekrana gəlsin. Aha. Budur şəkli. Yəni 8 ildə axtarırıq. Heç bir xəbərimiz yoxdur. Hara gedib? Necə oldu ki, evdən çıxdı? Şəkil ekrana gəlsin. Aha. Asif İsmailov Arifoğlu. Bəli. Evdən çıxıb deyəndə ki, əskərliyini Rusiyada çəkib o, Sovet vaxtında. Sonra gəlib. Yaşamağa üst tutdu Rusiya ölkəsinə. Ora gedib, yaşayıb orada. Ailə orada qurub Stavropol şəhərində. Hal-hazırda ailəsi orada durur, yoldaşı. Ailəsi nə deyir? Heç maraqlandınız mı? Onlar da veriblərdi deyilənə görə orada axtarışda. Ən son danışığımızı xatırlayırsınız? Bəli. Nə oldu? 8 mart 2009-cu ildə ad günüydü. Onda danışmışıq, təbrik eləmişik. Heç bir söz deməyib. Səsindən, danışığından nələr hiss etdiniz, nələr oldu? Həmişə darıxırdı. Yəni ki, gəlmək istəyir. Gəlirdi, amma çox gec-gec gəlirdi. Aydın. Asif İsmailov Arifoğlu. Bu xanım da uşağı üçün gəlibdir bura. İrana getmək istəmədi. Deyir, öz həkimlərimiz varsa mən niyə İrana gedim? Alqışlayaq. Bizdə də yaxşı həkimlər var. Niyə də olmasın? Niyə də olmasın? Mən də buradan elan edirəm sizə ki, gedirsiniz. Bahçeci klinik mərkəz var burada. Mən təşəkkür edirəm. Dünən onlar zəng elədilər mənə. Dedilər ki, xoş gedəm xanım. Həmən xanımı göndərin bizə. Biz yoxlayaq öncə. Çünki göndəririk. O bilinməlidir ki, bu qadın deməli, uşaq dünyaya gətirə bilər, yoxsa yox. Ən yaxşı ginekoloqlar orada deməli, fəaliyyət göstərir. Sonsuzluğa son demək istəyənlər oradadır. Dedi ki, xoş gedəm xanım, gəlsin o qadın bizə, biz yoxlayaq, sonra nəticəni sizə deyəcəyik. Ona görə mən sizə göndərəcəyim ora. Gedəcəksiniz, yoxlanılsın. Baxaq görə siz ana ola bilərsiniz, yoxsa yox. Əgər ana ola biləcəksinizsə, hər şey alınır. O müalicəniz aparılacaqdır. Bizim yaxşı ginekoloqlarımız var. Onların sayəsində də inşallah ana olarsan. İnşallah ana olarsan. Allah övlad istəyən bütün valideynlərə, həqiqətən layiq olan analara, atalara övlad nəsib etsin. Çox sağ olun. Verir, körpəsini küçələrə atan. Beləsinə verəydi. Bugün bu ahı, bu naləni, bir göz yaşını eşitməydik, görməyək. Mən dayana bilmirəm. Onun görünüşünə baxın o. Oğul böyüdüb. Bəli, oğul Qız böyüdübdür. Min bir zəhmətlə. Bugün kimlərsə zəng elib ona sahib çıxmaq istəyir. Sizdə nə idi problem? Uşaq var idi, 4 uşaq derim biz. İkisini aliment alıram, ikisinə yox. Niyə ikisini aliment alabilirsiniz? İkisini ikinci dəfə məhkəməmiz olmadı. Ona görə bir də uşağım 3 ildə məktəbə getmir, onu məktəbə qaytarmaq. Təhsil Nazirliyi məktəb yazmışam. Şəfqət xanım, xahiş edirəm maraqlanın bu məsələ ilə. Alimentlə.
Bu sabahları siz burada olun. Çünki biz aliment məsələsinə sabah toxunacağıq. Çox da bizə o qədər müraciət eləyirlər alimentlə bağlı. Və mən təklif eləyirəm ki, biz yəni sabahki müzakirələrdə biz o aliment kəsilib 100 manat, 200 manat fərq etməz. Axı bu 100 manatla sənin uşağın necə dolansın? 100 manat bu sənin uşağındır. Bu qadın evindən gətirməyib. Deyə ana, övlad böyüdü. Övlad böyüdü. Neçə uşağın var? 3. Üçü də sahib çıxmır. Axı bugün ne evlenmişim ki? İkisi də oğlandı, ya qızı da var. Biri kızdı, Necə? Yok, Biri qızdı, ikisi oğlan, hə? İkisi yerden istedi ona getir. Vallahi mən də deyirəm elə qız deyib ağlayıram ki, 3 oğlum var, mən nə edəcəm? Vallahi mən oturub ağlayıram ki, mənim 3 oğlum var. Düzdür, bilmirəm, o da elə olardı, yoxsa yox, amma belə baxıram qızlara. Qız da ananı çölə atar. Qız da ananı belə zülm eləyər. Onlar bildi sən efirə gəlirsən, nənə. Neçə vaxt bundan qabaq dedim. Bugün dedim mənə ki, çıxdarmış diyamızın yanında. Axı bugün gördüm, hava xoşdur dedim, getdim. Demədim ona hara gedim. Verək onlara alimentə biabır eləyək də. Bu ictimaiyyət görsün ki, üç uşaq ananı necə çölə atıb. Banisiye gidin, malıcı olsun, sonra oradan da qocalar eve gidin. Amma onlar sizin övladlarınızdır, bəlkə üzr istədilər, bəlkə... Yok, istemez. Ben banisidir. Maşın değmişti bana, hiçbiri gelmedi yanıma. Necə? Əlini çək... Maşın değmişti bana, geçen illeri. Qəzaya uğradı. Aha. Gecelerin hiçbiri gelmedi. 3 günden sonra kız geldi, biraz el tuttu bana. Geceler yok. Yəni o qəzaya düşdünüz və kimsə gəlmədi yanınıza? Geldi ya beleden. Benim hiç kim yoktu, sana kurban olun. Beni yap evvelce banisi, biraz malıcı olum, sonra kocalar önüne. Eve geçmeyin, ben istemiyorum, eve gidin. Bəs gəlinlərlə münasibət necədir? Gelinin bir tane ıvırsında öğü yoktu. Birinci növbədə oğul dəyər verməlidir. Çox gözəl dediniz. Gəlin həyat yoldaşına baxıb anaya, ataya hörmət qoyur. Əgər oğul gəlinin tərəfini tutarsa, oğul gəlin ana haqqında nəsə desə onu alqışlayarsa, dayanar. Xanım, mən nə eləmişəm? Mən elə bir söz zad olmayıb, mən nə eləmişəm? Atasına baxmışam. Uşaq məni öpüb gedib Xoşadam xanım, özündən soruşuruz. Əri buradadır onun. Xəyanətlə suçlanırsınız. Xəyanət eləməmişəm. Siz bütün ailə, Həmidənin başına bütün gətirilən olaylarda hər iki tərəfin çox böyük günahı var əziz tamaşaçılar. Günlər sonra bizə danış, o axtarışı yekunlaşdırdı və biləcəksiniz ki, nələrlə üz-üzə qaldı. İnşallah peşman olmazsınız. Reklamlarımız var. Dən bizə danışdan. Anama salamlar deyirəm. Şəfiqə xanım bu deyil. Onun etirafları hər kəsi göz yaşına boğacaq. Mən də belə eləyiblər. Almaz istəyirəm. Az sonra bizə danışda. Ofeliya ilə bağlı, bu Parizlə bağlı, hansı ki İranda saxlanılır, zənglər dayanmır. Buradasınız siz, sabah burada olun. Sizin hətta bir neçə insanın başına bu işləri açmağınızla bağlı zənglər gəlir. İddia olunur, bizim əməkdaşlarımız araşdırır. Tək Parizin başına gəlməyib bu hadisələr. Əsl adınız Asifədir. Afilə. Ofeliya yox, əsl adı Afilədir əziz tamaşaçılar. Sağ olun. Təşəkkür edirəm ki, siz bizə baxırsınız. Təşəkkür edirəm ki, mənə kömək edirsiniz. Çünki mən obyektiv olmaq istəyirəm. Mən kiminsə haqqına burada girilməsini istəmirəm. Bunu siz tamaşaçılar da bilirsiniz.
İnanın mənə ki, həmişə çalışıram ki, burada dürüstlük olsun, ədalət olsun ki, sabah mən etdiyim yanlışlığa görə övladlarım cavab verməsin. Sabah siz də burada onu da adını belə gizlədibdir. Yox bir Ofeliya. Dünən əziz tamaşaçılar, gecə bir zəng gəldi. Həyat yoldaşını elə istəyirəm çıxsın bura, tamaşaçılar görsün onu. Çıxın da, niyə utanırsınız? Niyə qaçırsınız? Ay Həmidənin yoldaşı. Niyə çıxmırsan? Çıx da, çıx bu tamaşaçılar görsün səni. Çıxmamaqla nə qazanırsınız? Niyə çıxmırsınız? Bax, niyə qorxursunuz? Çıxarın da çıxarın siz də, bax, kurtkanı çıxarın gəlin. Çıxıb otur burada, mənə şərəfində olaraq solda. O analığı ilə birisi mənə şərəfində. Görsün, çıxmır. Çünki çıxmaq üçün bir vicdan lazımdır əziz tamaşaçılar. O qızın başına bütün müsibətləri o ailə gətirir. Təbii ki, bu ailə də heç suçsuz deyil, Elnur mənim. Günlər sonra Həmidə, buyurun. Baxın. Bir saniye, xanım görürsünüz, siz özünüzü təriflətməyə çalışırsınız. O qızı neçə gündür görmürsünüz, hanı sizin ana həsrətiniz? Burada nələr deyirdi, siz eşitsiniz də. Xanım, ay xanım, ay xanım. Ay xanım, ay, vallahi mən artıq son günlər heç özüm də bilmirəm. Gəl bura. Gəl. Xahiş edirəm. Oturun. Bu qızı bu vəziyyətə sizlər salmışsınız. Bu qızı evindən didərgin siz hər iki ailə salıbdır. Gələn kimi tərif istəyirsiniz. Evdən çıxıb getmələrinə səbəb özləridir. 6 ildir ölkənin ən böyük layihəsinin rəhbəri və aparıcısı kimi sizə deyirəm. Sənət axtarımının ən böyük, ən uğurlu belə deyək, axtarışlara imza atan layihə ki var, o layihənin aparıcısı olaraq deyirəm. 60 mindən çox müraciət var. O müraciətlərin böyük əksəriyyətində tapdığımız şəxslər, bax bu cür ailələrin əzab verdiyi başını götürüb qaçan insanlardır, biləsiniz. Sabah da biləcəksiniz ki, Həmidə niyə gedibdir? Sabah Həmidə burada olacaq və mən, bir saniyə, mən istəyirəm ki, söz verirsiniz, sabah burada olacaqsınız. Gələcəksiniz. Mən gələcəm. İnanıram ki, gələcəksiniz. Hələlik sabah biləcəksiniz ki, Həmidə niyə hər iki ailədən qaçıbdır və haradaydı əziz tamaşaçılar? Hələlik Allah əmanət olun.